Herkese selamlar, saygılar. Bir günde söyleşimiz var. Sayın İnsaf Ali Bey hidayetine. Ben gözlüyorum onu. Sonra düşünüş programının 2. bölümü olacak. Geldiler. Selamünaleyküm. Selamünaleyküm. Selam. Selamlar bizden. Necəsiniz? Sağ ol əziz dostum. Halınız, əhvalınız yaxşısınız? Şükür. Öyle onu deyirdim ki sizi gözlüyordum. Düşünüş programının 2. bölümündeyiz. Öyle değil mi? Oturdu bəli. Düşünüş. Biz Buyurun. salam əziz və hörmətli dostlar. Xoş gördük. Mən istirdim axı siz biraz danışasınız. Mən dostları çağırırım, sonra siz çağırarsınız ya nə cür Geçen defa sağ olun. Herkese ki programı yani izleyecekler sonradan da ve burada dolayısıyla indiden salamlarımızı, saygılarımızı sunalım. Çünkü danışığın esnasında bu iş olmur. Yani her tək-təklə salamlaşa. Çünkü danışığımız öyle yani büyükte değil ki burada izleyenler de yani öyle katılsınlar, hatta üstə gəlsinlər, öyle değiller yani üstə gəlsinlər, danışsınlar. Bütün suallarını, soru yani görüşlerini ve eleştirilerini bize yazabilirler. Mənə bəzi yazılar gəlmişdi ki, Güney Azərbaycandan baxış proqramının devamı olacaq mı? Onu geçen dəfə dedik ki, olacaq. Onu öğretmen ki, danışacağıq. Orada da ama burada bu programın adını Düşünüş koyduk. Geçen dəfə böyle bir adı yok idi. Sayın İnsaf Ali Bey hidayetini danıştık. Ve çok değişik yani adları yani tarttık. Ve düşünüş keliməsi çok kısa olduğuna göre elə oldu. Siz ne diyorsunuz İnsaf Ali Bey? Size göre yaxşı mı yoksa başka bir? Ben düzünü axtarsa o bir Güney Azərbaycanlı xanımdan bir şeir oxudunuz. Göy ay. Yok. Mavi göy. Mavi göy. Ben onu çok güzel bir tercihti. Onu çok sevdim. Ama düşünüş sözü çok güzeldi. Yani bizim o düşünce programının adını çok rahatça gösterir. Bence güzeldi. 2. bölümün başlıyoruz. Aslında düşünüşün anlamı felsefe demektir. Yani. Çünkü felsefe Türkçe değil. Ancak düşünüş onun yani Türkçesidir. Yani. Başka yani felsefeye en yakın kelime Türkçe'de düşünüştür. Başka bir şey yoktur yani. Şimdi düşünmek yani ne demek? Yani biz felsefe deyəndə neden danışırıq? Çox neden danışaq? Bu felsefe, düşünüş. Yani adam meye düşünmez? Adam olsa yani bence heyvanlarda da düşünürler. Çünkü acayip bir karar verirler ki bir yerden kaçsınlar, bir yerde özlerinden difa eləsinlər. Bir düşünce şeydir. Ama biz ne tür bir düşünceden danışırıq? Felsefe ne tür bir düşüncedir? Yoksa her adam düşünmek hakkı var, yoksa her adam düşünebilmez. Ne türdür mesela? Benden soruşursunuz ha bunu. Siz ama yani birinci ben severim ki mesela kelimenin bir sözün anlamını bilək. Ondan sonra yani düşünüş sözünü veya hala düşünce sözü. Bunlar hamısı o son ekleri artırandan sonra olur da düşünmek. Maalesef Güney Azerbaycan'da o dil grubunun olmadığına göre yani çok üzüntüyle yani bunu demelik dil grubunun olmadığına göre çok sözlerin de anlamı kaymış yerinde. Yani zürmüş çıkmış. Yani siz düşünün kelimelerin anlamı gelişer. Ama çok değişmez. Gelişmek başka bir şeydir, değişmek başka bir şeydir. Gelişer, değişmek de olur. Ancak normalde gelişer. Buna benzer siz rail koyursunuz. Bu demir yollarında olur ya. Demir yolunda bu rail koyursunuz. Bu qatar da bu üstə gedir. Ve bu rail aşağı gider, yukarı gider, züver, bazen xarab olar. Bu şeyler olur.
Amma hər halda o qatarı götürər oradan da, normalda budur. Məsələn, qatar düşüb də reli buraxıb bu yana getməz. Getsə də bilirsiniz də nə olar, fəlakət olar. Dil də böyle bir şeydir. O dilin normal gedişatı sosietədə. Yəni normal, hətta heç kəsin iş olmasa, hayır öz başına bırakılsa. Elə hər heyvan kimin, hər bitki kimin, hər gül kimin, hər meyvə ağacı kimin, hər varlıq kimin, dirilik kimin. Yəni, yaşar, yəni normalda. Gəlişər də, yəni hətta olgunlaşar, yəni baliqləşər, gözəlləşər. Daha da şey olar, yəni əslində əlverişliləşər. Ancaq bunu gətirsiniz bu tərəfindən, bu reli xarab eləsəniz, bunun yolundan çıxsa filan, yəni bu cür olar da. Görürsünüz ki, məsələ bəzi sözlər heç işlənilmir. Hətta mənim qəşəng yadıma gəlir, məsələn 50 il bundan öncəki kəlmələr, sözlər indi işlənilmir. Unutulubdur. Əlbəttə bunların çox dəyişik dəlillər ola bilər də. Məsələn, kətdə olan, köydə, kətdə olan bəzi şeylər daha lazım deyil şəhərə gələndən sonra. Məsələn, siz bilirsiniz də, məsələn, bəzi əkinçiliklə, heyvan saxlamaqla ilgili kəlmələr işlənilməz. Çünki də şəhərdə lazım deyil ki, bir quşaq, iki quşaq, üç quşaqdan sonra da onlar işlənilməz. Məyər ki, məsəldə filan da olar. Yəni bu şeylər. İndi bu düşüncə sözü də Güney Azərbaycanda böyle öz reylindən, öz şeyindən çıxmışdır. O öz yolundan. Mesela Güney Azərbaycanda siz mənə deyin, İnsaf Ali bəy. Mən onu düşünürəm, nə demək? Ya sen düşünmürsən, sen bunu düşünmürsən. Sen filan şey, mesela sen bu yazıyı düşünmürsən, nə demək? Veya sen düşünmürsən, ya sen düşünürsən, ben düşünürəm. Buyurun siz. Farsçasını deyin, İngilizcəsini deyin, yani onun anlamını. Buyurun. O zaman ki düşünməkdən danışırıq. Yəni bir dana hər nə ki qabağımızda var, ya hər nə ki o bizdə indi məsələn deyirlər filan şeyi, o filan dedikləri o konu haqqında nə qədər salıb çıxmışıq. Nə qədər bunun enin boyun ölçmüşük. Nə qədər bunun varlığı var, yoxdur, zərəli, xeyri, pisli, yaxçıdır. Bu tür bir şeylərin hesaba salmışıq. Bunları əgər onları salsaq hesaba və onun əsasında davransaq olur düşüncə, düşünüş. Yəni yoxsa Güney Azərbaycanda. Mənim sualım sizdən budur. Mən indi geçsəm Güney Azərbaycanda bir dənə şəhərdə, bir dənə xiyabanda birisine desəm selam aleyküm. Siz mesela filan tohin hesab olur. Tohin hesab olur təqribən. Təqribən tohin hesab olur. Yəni şəhərdə birinə deyəndə sən düşünmürsən, yəni ki, məsələn elə bir ki, geri qalmış bir adamdır. Farsça əqəbmanda deyirlər də. Yəni sizə görə də mən deyirəm ki, düşünmək yanlışca orada dedim yolundan çıxıb da reldən çıxıb o anlamı, mənası. Anlamaq mənasına gəlir. Və deyir mən onu düşünürəm. Yəni onu anlayıram. Elə anlamaq da eyni o şəkildə. Baxın, təəssüflə, çox təəssüflə bu fars dilinin keçən 100 il olan etkisi və təhqiri altında bəzi tüm kəlmələrimizi demək olar ki biz təhqir eləmişik. Yəni bizim toplumda təhqir, yəni dilimiz təhqir olduğu üçün kəlmələrimiz də, anlamlar da təhqir olur. Məsələn siz birinə desiniz ki anlırsan, anlamırsan, elə bir ki adamın məsələn sorğuya qoyursan adamı. Yəni adamın elə bir varlığı deyirsən ki sən yoxsan elə bir. Məsələn ya düşünmürsən. Yəni pis anlamda götürürlər. Mütəəssifənə bu o cür deyil. Yəni bəzən Oğuz bəy mən çox buna diqqət eləmişəm. Bizim dilimizdə, yəni Güney Azərbaycanda kəlmələri doğru və kamil demirik. Bütün ədəbi də bizim dilimiz örgəşdiyimiz küçə bazar, ləhcə və uşaq dili. Əslində uşaq dilidir. Məsələn, qəqə. Mənim bir nəvəm var. Məsələn, çörəyə deyir qəqə. Tamam, bu qəqə olur. Məsələn, biz o işlətdiyimiz bu qəqədir əslində. Deyir ki, gə. Gə nə deməkdir? Gəl bunun kamilidir. Get, otur, dur. Amma biz bunları bu cür demədiyimiz üçün bəzən insanlar görürsən, hətta bunu coşa qoyurlar. Məsələn, çox pis mənalar verir bəzən. İlləti budur ki, biz dilimizi doğru işlətmədiyimiz üçün doğrusun başlarımız dil qurumunun olmadığına görə də bizim işlətmədiyimiz. Dil qurumu deyil.
dil qurumu bir tərəfədir. Yəni o 100 il dil təhqir olubdur. Dil təhqir olduğu üçün biz titilmişik. Titildikdə özümüz ki sıxılmışıq onların qabağında, o dilin qabağında, o danışanların qabağında. Məsələn, fərz edin sizə mən rahat misal verim. Dostlar daha rahat anlasınlar. Çünki Təbrizdə onu düşünməzlər. Ərdəbildə, Zəncanda, Qəzvində, Tehranda bunu çox ciddi düşünməzlər. İndi mən 20 il gəlmişəm Kanadadayam. İngilisim yaxşı deyil. Gedirəm bir işlə müsahibiyə ki, mənim işə alında, belə bir iş verin, işləyim, pul qazanım, yaşayayım. Adam o İngilisim zəif olduğu üçün, Oğuz bəy, özümü qız keçildirəm. Heç görəm səndəliyə gəlir, mən çıqqıllaşıram. Onun üstündə oturmuşam, ha. Çünki o zaman ki, sizin dağarcığız, lüğət dağarcığız, söz dağarcığız kiçik oldu, özünüzü onun qarşınızda olan adamın yanında kiçik görürsünüz. Bu kiçik görmək, bu aşağı görmək bir rəvani bir məsələdir. Yəni, onlar sizi bəlkə də kiçiltməlidir, bəlkə siz bunu özünüzə tapılırsınız. Bəlkə siz desən ki, mən 2 dil bilirəm, bu mənim ana dilimdir, səndən yaxşı bilirəm, sən bunu bilmirsən, mən sənin dilini bilirəm, onda sən 2 mərtəbə ondan ucu olarsan. Məsələn, mən bunu çox özümdə burada Kanadada imtahan edirəm. Bir yanına gedəndə, məsələn, əvvəldə çalışıram, deyəm ki, mən neçə dil başarıram. Oradan başlayanda bu İngilisi də zəif olmağımı örtürəm. Deyirəm ki, mən 4 dil başarıram. Adam da deyir, mən məsələn 2 dana başarıram, ya bir dana başarıram. O, sənə. Orada o şey ki, əşyalı kompleksi ki, mənim üstümə gələcəkdir, mən özümü kiçik görəcəkdim, səndə də yıxılacaqdım, eyvay, dilim tutulacaqdı filan, o aradan gedir. Bu mütəəssifanə İranda bizim başımıza 100 ildə kollən o 40 milyon deyirik, hər neçə milyon deyirik, onların başına gəlibdir. Bu, o bir dana bir təfacümü dil var, hücum edir, silahlı dil var, yəni o dil sadəcə şey deyil, fəqət danışmaq deyil, fəqət yazı deyil. Onun silahı da var, o dilin silahı da var, polisi də var, işkəncəsi də var, zindanı da var, qadğahı da var, edamı da var, qətliamı da var. Onların hamısı bizdə bir, bu təəssüfhanə siz duyursunuz, o düşünüşdür, düşünməkdir, anlamaqdır. Bunlar mütəəssüfhanə, çoxlu, yəni dedim, misal vurdum, bunlar pis məna tapıblar, amma bunların mənasını biz dilimizdə danışdıqca, mən ciddi bunu deyirəm, Oğuz bəy, bunu yenə də bir dəfə deyim, mən bu son zamanlarda türkçə çox oxuram və ya qulaq asıram, ya yazıram. İnanın, bəzən bizim evdə türk kəlməsi şey olur, müsabiqəsi qoyuruq evdə. 2-3 nəfərə otururuq burada, türk kəlməsinin üstündə işləyirik. İndi maşın sürürəm məsələn, deyirəm ki, filan kəlməni məsələn nə deyərik, nə cür deyərik, bunun anlamı nədir, buna tay nə vardır, o axtarırıq, tapırıq məsələn. Birdən hiss edirəm ki, o qədər gözəldir bu sözlər, o qədər dərindir, o qədər bu mənim ehsasıma, duyğuma, düşüncəmə yaxındır ki, mən fəlsəfəni niyə farsça məsələn çalışmışam, düşünəm, əlbəttə çalışmamışam, çalışdırıblar. Yəni, vaqiyyət budur ki, çox... Düşünməyi də Güney Azərbaycandakı yanlış anlamda işlədirsiniz. İndi 2 dəfə işlədibsiniz buraya. Nə cür yəni? Anlamaq anlamında işlədirsiniz. Yox, bayaq tərif elədim. Mən tərif elədim ki, əgər, yəni o əvvəldə siz soruşdunuz ki, Güney Azərbaycanda nə cür düşünərlər, onu indi izah edirdim sizə. Amma o qabaqcanda dedim ki, düşünüş nədir? Düşünüş, məncə, əgər bir qonu, filan qonu ki deyirlər, mövzu, subject, o hər nə ki bizim zehnimizin qabağına qoyurlar, deyirlər, sən bunu düşünürsən ya düşünmürsən, onu hər sahəsini salıb çıxmaq, görmək, anlamaq, nədir, nə deyil, yaxçıdır, pisdir, məsələn, bunun zərəri nədir, xeyri nədir, olasıdır, olasızlıq var bunda və bu cür şeyləri salıb çıxsaq, olur düşünüş, düşünürsünüz siz o konunu. Bu xudkar, bu yazı, bu qələm nədir? Bunun oturursunuz siz, əgər bunun varlığını, əsən vardır bu ya yox, onu ben yazdım, burada sizdən soruşacağım, bəhs eləyək ki, əsən varlıq fəlsəfədə məsələn ciddi bir məsələdir. Çünki oradan başlayaq gərək daha, yəni fəlsəfəndə həmişə vücuddan başlayırlar. Oldu. İndi mən gənə də öz sözümdə dirənəcəyəm. O da budur ki, bizə görə bir dil qurumu olmasa, o qurum onu qurur da. O əlbəttə dil qurumu öz-özün olmaz. Yəni onu millət düzəltməz. Onu millətin düzəltdiyi devlət düzəldir.
Və bunu gene də bizə özümüzə xatırlataq və anımsayaq ki, devlətsiz millət olmaz. Devlətsiz millət aradan gedər də. Əgər varsa o yəni ölüm halındadır. Yəni orada biri can verir, deyir ha o diridir. Diri deyil. O can çəkişir. Doğru. Can çəkişənə diri demə doğru deyil. Çünki Azərbaycan türkü də can çəkişmək halındadır. Dil qurumu yoxdur. Və elə orada da dil deyimi gəlişibdir. Suluq deyil. Bunu sizinlə öncədən bu deyimi məsələ danışmışıq. Yəni öz havasınadır, Allahın havasınadır. Burada yağmur yağacaq, yağış yağmayacaq. O cür düş sözü də təbii ki indiki ərəbcəsində deyək, xiyal kəlməsi kimindir. Oradan başlayırıq ki, adam bir şeyi təsəvvür etmək, bir şeyi öz xəyalına getirmək. Onu konseptləşdirmək. Yəni düşünüşün kökündən başladınız. Çünki hər şey kökdən, türkçədə şeydən başlayır da, o kökdən başlayır. Məsələn, get. O get fiilidir. Get. Ondan sonra və ya ismindən də düzələ bilər. Məsələn, ağ, qırmızı, nə bilim, sarı. Məsələn, sarılıq gördünüz, onu artırdıq, ona şey etdik. Onu feil də düzəltmək olar ismidən. Feilin özündən də sonra deyirlər artır, nə deyirlər, sonek, yəni nə deyirlər sonek farsçada, pəsvənd, artır olur. Min dənə düzəltdi. Onun kökü hər halda məsələn yaz, məsələn yazışmaq, yazmaq, yazışmaq, düşünmək. O ikinci birinci özündən başlayaq da getməyək. Bu rahatlıqda getməyək. Çünki indi fəlsəfəyə giririk. Torafımızda girəcək. İndi düşün özü nədir? Bir şeyi beyində təsəvvür etmək, bir şeyi beyində ona şəkil vermək, ona biçim vermək anlamındadır bizə görə. Yəni düşünün ki, biz bir çora, mesela çorla misal gətirirəm də, yəni bunları anlamaq lazımdır. Bir dənə çora telefonda danışır da əlbəttə. Ona bir şey görməyibin deyəcən, çordur. Doxunmayibin deyəcən, onu anlatmağa çalışırıq. Niyə? Çünki bu bir şeye doxunmayıb deyəcən də bilir bir şeye doxunması necədir. Məsələn, bir yuvarlaq şey nədir? Məsələn, nə bilim, qıntalı bir şey nədir? Uzun nədir? Yoğun nədir? Qıssa nədir? Bunlar bilir də hər halda. Yəni, çünki onun hissi. Onu bir şey anlatırsan ona ki, bu cürdür. Məsələn, bunu belə bağlayacaksın, ya bunu belə açacaksın, onu anlatırsan. Bunu siz buna danışanda, bu kələmələr bunun beynində konseptləşir. Bu onu xəyal eləyir, bu onu nə desəniz, yəni öyle, bu onu və o düş qismətini işlədir. O şey ki, yoxudur bu belində, onu düzəldir. Əlbəttə, bu hər zaman olur. Mən indi sizinlə danışanda, mən eləyə bilərəm sizə deyəm ki, məsələ, bizim evdə, məsələ, dünən qonaq var idi, qonaq, məsələ, böyle dedi, böyle yedi. Ola bilər ki, yox idi, yəni. Və məsələ, yalan doğru demək deyil. Məsələ, mən bunu sizin beyninizdə yarata bilirəm. Çünki sizin beyninizdə öncədən bir konseptlər var, öncədən bir yəni, referanslar var. O referanslara görə yaradıram və o referansları bir-birə yapışdıraraq və onlardan gəlişdirərək. Məsələn, sizin beyninizdə quş var, quş, uçur quş, qanatları var, ateş var, od və ölmək var, dirilmək var. Mən bunları, bu 4-5 dənə kələməni qoyuram bir torbaya, sizə bilirəm, məsələn, anqa quşunu anlatıram. Ki, yoxdur əslində, simurqdur. Məsələn, bu quş ölür, öləndə məsələn, elə qanatlarını çalır, ot qalxır buradan, qıvılcım vurur, ot qalxır, bu yanır və külündən bir quş qalxır. Anqa quşu eşitmişsiniz, murği anqa. Ki, anqara buləndəst aşiyanı. Fikirləyirəm, hafızı şəhər. Və simurqsuz, bildiniz nə deyirəm. Amma sizin beyninizdə bu yox idi öncədən. Bu anqa quşu, anqa quşu. Yoxdur. Çünki siz quşu bilirsiniz. Amma onu birisi gəldi, bunu yarattı sizin beyninizdə. Ona görə sizə simurq deyəndə, anqa deyəndə, siz bilirsiniz daha. Bir dənə quş içərisində yoxdur. Bəlkə də var. Amma əslində bizə görə yoxdur. Amma o 4-5 dənə konsept, o referanslar sizin beyninizdə var idi. Onların biri olmasaydı, onu gəlir öyle dedik sizə ki, o buna bənzər bir şeydir. Çünki əslində, biz elə hər şeydən sizin də dediyiniz kimi biz fəlsəfi baxmıyoruz. Zaten bu oturumlarda, cələsələrdə yalnız fəlsəfi baxacağıq hər şeyə. Əslində referans diye bir şey yoxdur. Referansları biz özümüz bir türlü yaradırıq, yapay olarak, mesnui olarak.
və onu qəbullandırıq da, bir-birimizə qəbullandırıq. Yəni biz bir-birimiz deyirik ki, tamam bunu. Məsələn, yaşıl deyirik. Yaşıl. Çox güzel. Yaşıl. Yaşılın referansı yoxdur da. Ama uşaqda məsələn deyirik, məsələn, bu çəmən yaşıldır, ya məsələn, bir şey yaşıldır. Yaşıl kəlməsi necə düzəlir, bu ayrı kəlmə. Yaşıl kəlməsi əslində şeydən düzəlir, büyüməkdən düzəlir. Yeş kəlməsindən düzəlir. Əslən, yaş sözü məsələ, Türk dillərində cavan anlamına gəlir, genç. Sonra mesela biz yaşlı deyirik ya, mesela yaşlanmış da, pir, koca. Aslında yaş sözü yani cavan. Ve yaş sözde bilirsiniz hem de bir şey sulu olanlara yaş deyirik de. Elbette ki bir şey daha genç olan da yaşlı, suludur. Ve Daha çok suludur yani. Yalnız hayvanlar değil. Ağaç otlar, da bitkilerden oturdu, adam da oturdu, her şey oturdu. Ve bir şey yeşermek yani aslında büyümek, aslında yücelmek. Ve bizim şeyimize göre, tahminimize göre yücelmek sözü eşitmişsiniz ya. Yücelmek. Bizim tahminimize göre yücelmek, yaşarmak sözüyle aynıdır. Yalnız değişik gelişmiş. Yani değişik coğrafyada gelişmiş. Aynı şey. Yani bir şey yaşarır, bir şey cücerir. Orada yıllar ve şılar orada değişmiş. Mesela biz dedik yaşarmak. Siz biraz doğuya taraf geçseniz o yılların hamısı c olar. Biraz da geçseniz olar j. J için biz çok işletmiş mesela. Sen Kazakistan'a, Kırgızistan'a biraz mesela o tarafa geçseniz. Bu yaş sözü böyle. Ama yine gene de dönelim şey. Ne dedik? Yaşlı. Biz bildiğinizde mesela yaşlılar niye yaşlı deyirik? Niye? Çünkü gençdir de yaşlıdır. Mesela yaşlıdır, yoksa mesela ölü değil. Herhalde gençtir ve o yaşlı ve suludur ve yaşarır ve yaşayır filan öyle. Hatta yaşamak sözü zaten ondandır. Yani bunlar o yaş sözünden başlayır ve oradan getirir kelimeler düzelt ve anlam düzelt. Ve dil böyle cücerer, yaşarar ve böyler. Budaklanar böyle gider. Öz başına da bıraksa öyle böyle olur. Ama getirip bu maniyi koy, o duvarı koy, başından böyle çal, ne bileyim, təhkir elə, bəmbəkələri vur başından. Onlar Güney Azərbaycandakı Türkçe. Araya dönelim. Düş sözü. Düş yani o referansa dönelim. Biz yaşlıların referansı yoktu aslında. Hiçbir şeyin bize göre referansı yoktu. Büyük. Ben size deyirəm büyük. Danışırıq da. Siz məndən danışmayın, istəmirəm. Mesela çıxış edəm sizə. Büyük. Türkiye'de mesela büyük değiller. Mesela yoldaşımız yazmış ki cücerer deyirlər. Bizdə də var cücermek ve cücermek sözü. İşlədirlər. Ama daha çok doğu sözdür. Mesela Qıpçaq şivələridir filandır. Daha çok Oğuz şivələrinə gələndə o daha yumuşalır. Mesela yaşarmak sözü. Səfəli bəy. O yazıyı okudum da orada. Buyurun, ben istəyirəm burada yazan qoyan burada dostlar gəlsələr görsünlər ki neyi? Biz nədən danışırıq onu istəyirəm. Bir de yani biz böyle bu programları elə aparmalıyıq ki, oldu. Aparmalıyıq ki, yoldaşlar sonra ki dinləyəcəklər, onlar bura görməyəcəklər buradakı yazıları. Yox. Ben istirdim burada yazam elə burada qalsın, amma komment eləyən şey qıramıram. Şey yoktu. Yani istəsəniz düşdən başlayasınız. Hiçbir şeyin referansı yoktu. Hiçbir şeyin yani büyük sözünü. Siz büyük sözün referansı var mı size? Yoktur. Siz buyurun. Ben size soruyorum. Siz hardan bilirsiniz bir şey büyüktür? Aslında beləsi deyək da, biz doğulanda beynimiz təqribən boşdur. Yani yok. Tamam. Oldu. Öyle değil. Tamam. Təqribən də dedim, təqribən boşdur. Yəni biz bir bu kəlmələri bizə örgədirlər. Bizim burada o şeyler çıxır, bunların hamısı o döşdür. Yəni o xiyal. Biz xiyallar burada alırıq, eşikdən bir təsvir alırıq, bir şey görürük, nənəmizi, dədəmizi, südü, nə bilim, meyvəni filanı, bunları bir yavaş-yavaş alırıq, burada itəriyə topluruq bir-birinin üstünə. Bunlar elə bir dənə mağazadır. Yığırıq ora, lazım olanda biri gəlir bizə deyir ki, filan şey, biz tez oradan əl atırıq, onlardan götürürük. İndi bu düşünmək ki, burada vardır və biz tədricən yığırıq. Yəni, zaman ben sizden soruştum da, dedim ki, böyükün referansı nədir? Mesela bir tane uşaq içi ona biz dil öğretmeyək. Bir tane otaqda
yani işıq bir otaqda olsun, qaranlıq olmasın çünki. Yəni əlbəttə başqa yerdə gedə bilirik bu danışıqda. 2 dənə alma verəsiniz, biri böyükdür, biri küçükdür. Bunları biz deyirik də. O bunları bilmiş bu konseptləri. Amma uşaqla danışmamışıq, dil bilmir, heç bir səs də eşitməyəcək. O fəqət bilə bilərsiniz, yekəçiliyin təşxis verir. Amma bu ki ona nə deyirlər, o nə deyirlər, nə istinad edirlər, onu bilmir. Ondan büyük olduğunu bilir. Yaxşı. Və mesela diyelim ki bunu bir heyvan da bilir, bunu bir yani normal sizin ev hayvanları da bilirler. Mesela siz ona az yemek verende veya çok yemek verende ona tepki gösterir ve oradan bilir ki bunlar azı, çoku, küçükü yani küçük de balaca değiller de bizim taraflarda böyle bilir. Yaxşı. Fərqlən bilir. Amma o anlamı, o konsept ona göre dedim. O conceptualizerlerden gidiyorsun. Anlamı sonra getirsen yaptın. Ona referans ediyorsun ki büyük o şeydi ki o bir şeyden büyüktü. Büyüktü. O küçükten büyüktü. Qiyas edirsən. Bir-birine ölçürsən. Hər halda. Yani özü yoktu. Yani özü, orada referans yoktu. Mesela ben sizden soruşayım. Əlbəttə soruşayım, öyle soruşmayayım ki belki bilmədiniz, onu da dersiniz ki niye? Yok, bilməsəm də bilməmişəm, iradə yoxdur. Mesela size göre gün, mesela gün ki vardı da orada. Bütün bu nəqşələrdə baxsınız da, mesela çəkirlər yeri, günü filanı bu şeyler, gəzəcənlər ətrafında. Size göre neçə dənə yerdən, yer kürəsindən günün içində olar? Sığışar. Ha. Ya bilirsiniz ya bilmirsiniz. Ben buradan bakıram yerden küçüydü. Size ya bilirsiniz yani elmi olarak ya bilmirsiniz. Ama size göre elmi olarak mənə bir konsept veriblər. Amma bu için mən onu kəşf eləmişəm. Onu burada mən uşaqlıqda yadıma gəlir. Qoyun sizə bir doğru misal vurum. Bizim dağ var idi. O dağda otururduq. Yol gəlirdi, gedirdi, maşınlar gəlirdi. Biz də uşağıq, yəni məsələn fikir 4 yaşımız, 5 yaşımız gəlmişik, yol qırağında oturmuşuq. O maşınlar gəlir, uzaqdan görürük, əlinizi belə tuturuq. Deyirik, bax o iynənin içindən keçir, nə cıqqılıdır, onun içində nə qədər cıqqılı adam var. Gəlir yanımızdan geçir, görürük, gəlmədi. Onu hey orada gözləyirik, o cıqqılı gələcək. Gəlir buradan geçir, bunlar deyirik, bax o deyil. Çünki bizim orada zehnimizdə bu hələ gəlişməyib ki, o uzaqdakı həmamdır ki, gəldi yanımızdan geçdi. Orada çiçək görsən üçün uzaq idi. Burada qıssa yekə görsən üçün yaxındır. Biz günü də eyni o cürsü. Amma sonra gedirik mədrəsəyə, bizə deyirlər ki, bu belədir. Biz də o cür qəbul edirik. Oldu da siz mənə deyin ki, yani birinci sual budur ki, bilirsiniz ya bilmirsiniz. Neçə dənə? Neçə dənə yerdən günün içində girər, sığışar. Vallahi 200'dü, 2000'di tamam, böyle yok bilmiyorum. Onu bilmirsiniz. Şimdi sizde göre neçə dənə? Tamam. Onu bilmirsiniz. Tamam. Ben de bilmirdim da. Mesela neçə dənə sizə göre sığışar? Sizə göre. Bilmiyorum, o şey ki eşitmişəm, o eşitdiklərimdən danışdan başqa bir şey. Amma o için mesela mən özüm bir şey bilmiyorum, hiç bilmiyorum. Onun içindən, yəni əgər özümə qaldı sizə görə mesela, o elə budur da konsept ya, düş bu. Mən oraya getirik də. Siz onu xəyal edirsiniz. Əlbəttə xəyal kəlməsi də çox da doğru, tam şey deyil, məna deyil şey. Yox, düşünmək fərqli dəsən, çox gözəl. Yox, düşünmək demirik. Düşünmək aslında danışmırıq biz. Düşü danışırdıq. Düş. Ha, düş dedik en yakın kelime ki Arapçada var, hayal. Ama konsepti yaratmaktır. Ama biz oradan biraz çəkdik bu yana, dedik ki bu konsepti yaratmak. Konsepti yaratmağa getdik, o kördən danışdıq, o uşaqdan danışdıq, büyüklük, küçüklük. Bunlar hamısı dərsdir da biz deyirik indi burada. Biz bir felsefenin ve aslında epistemolojinin dersini yani. Yani böyle kökündən başlamışıq. Biz anlamın anlamından, kelimenin anlamından danıştık, kelimeden. Yani felsefenin bir qoludur, epistemoloji. İndi ben sizden göre neçə dənə bu yerden günün içinde şöyle bir ədəd söyleyin. Yok şey, 250 dənə. 250, çok güzel. İndi siz ne elədiniz? Sizin beyninizdə o döş areası başladı işləmə, diş bölgəsi başladı işləməyə. Siz gətirdiniz, günü o kadar böyük gördünüz ki, bu kadar yer ki, bunun ucu bucağı görünmür. Bundan 250 dənə oraya sıkıştırdınız. Sizin beyninizdə bunlar oldu. Halbuki bunu indiyəcən görməmişsiniz. Niye? Çünkü bəzi referanslar var sizin beyninizdə. O referanslar bir dənə, mesela bir dənə topu, bir dənə topun içine koymaktır. O referanslar 4 tane topu bir tane topun içine koymaktır. Bir şeyi bir şeyin içine koymaktır.
ve siz o günü bir qovuq kimi, bir top kimi zənn etdiniz ve bu yerləri onun içine koydunuz. Bu şəhdə yerə siz düşünün ki, siz bunu düşündünüz. Siz bunu düş bölgesinde bunu yarattınız beyninizde. Ve biz yalnız düşü danışırıq. O düşü siz düşündünüz orada. İndi mən sizə ərz edeyim xidməti vasitətinizə ki, yoldaşlar bilirlər. Yani bunu ne diyorlar 5 saniye şeyde aramada bulunur da neçə dənə yerden günün içine şey olur. O şey de etmeyəcəyik onlar. Çünkü dediğimde sonradan ki yoldaşlarımız danışıklarımızı dinləyirlər ya, onları görmürlər, bilmirlər. Ona göre onları mən baxırım. Tamam. 1 milyon dənə İnsaf Əli bəy. Bəli. Buyurun İnsaf Əli. Genelde hamandır. Yani fark eləməz ki 1 milyon olsun 1 ya. milyon dənə. Ama siz düşünün, indi bakıyorum bu kələməyə çox işlədiniz. Düşünün ki siz 1 milyonu necə düşünebilirsiniz? Onu necə beyninizde yaratabilirsiniz? Çünkü diyeceğiz siz 1 milyon görmemişsiniz. Belki de görmüşsünüz. Ve 1 milyondan ne bileyim ne görmüşsünüz diyeceğim bir yerde ki anlayasınız ki bu 1 milyon bu kadar olur. 1 milyondan ne? Ama bir türlü onu tahmin ve hess sorabilirsiniz ki bu 1 milyon ne? Bilmiyorum. 6 tane 0, bir tane 1. O değil de. O değil. Ama benim zihnimde adet gelir da, digit gelir, digital. Ya onlar əlbəttə mən başlayıyorum. Ben her dilden de işlədəcəyəm da burada çünkü biz burada interface değil. O yani o üstte siz mesela kompüterin sayfasında bir tane düğme var ya onu vurursunuz mesela bir application'ı açırsınız. O hemen o application'dır o kelime. O application'ın o sayfada şeyidir. O bir tane bir şey var ya onun ne diyorlar o interface'de hemen açsı. Telefonunuzda şey var ya o parmağınız vurursa o açılır. Kelime. Düğme. Hatta düğme değil de yani parmağınız vurursun açılır o. Onun adı düğme. Tamam düğme. Kelime, söz, o adetler o hemendir. Özü düğme. Değil. Yok özü değil. Özü değil. O içinde çok böyle prosesler onun içinde geçirir. Ama siz onu mesela ben diyenden ne bileyim Skype, ne bileyim WhatsApp diyende siz o WhatsApp'ın şeyi yadınıza gelir. O logosu, düğmesi logosu. Onu vurursunuz. Halbuki WhatsApp o değil. O 1 milyon adet de yazanda o 1 milyon değil. O değil. 1 milyon tane mesela ne bileyim gum deniz. Lepe, nohut. 1 milyon tane lepe görmüş müsünüz bir yerde? Ben düşünmürəm. Ama diyelim ki düzdük, getirdik 1 milyon tane, saydık, koyduk bir yere, dedik ki bu 1 milyon tane. Yani orada belki bir konsept, bir anlayış oldu sizin beyninizde ki 1 milyon bu kadar olur. Onda da 1 milyon olmur da, onda da aslında indi fəlsəfi bəhs eləyəndə mən 1 milyon ləpədən də olmur. Siz fəqət bir dənə həcmi görürsünüz. Çünki o 1 milyon dananı görmürsünüz ki, tək-təkim görmürsünüz. Siz onu bir dənə həcmi görürsünüz. Məsələn, 10 dana təlisə yığıblar, ya boşaldıq bir dənə ambara deyiblər ki, bu 1 milyon dana şeydir, ləpədir. Amma siz orada 1 milyon görmürsünüz. Siz orada gördüyünüz bir dənə həcmi görürsünüz. O həcmi deyirsiniz ki, tamam bu 1 milyon deyirlər. Yəni çünki səralım. Mesela 1 milyondan almanı bir yere səralım. Siz də helikopterlə mesela ne bileyim bir şeylə baxasınız ya bir yüksek yerden oraya baxasınız. Yani o istedik bura oraya getirdik ki indi biz 1 milyonu anlayandan sonra o gene de referansıdır. O özü değil. Ona getir 1 milyondan yer kürəsi ki gene de ucu bucağı belli değil. Buradan baxanda ufuk görünür. Mesela eğer dağ olmasa. Bu 1 milyondan bunlardan gelir yerleşir harda günde. Sizin beyninizde indi bu düş bölgesi işledi. Ve siz onu düşündünüz ve bir adet verdiniz ve o adette fark eləməz siz de dediniz 200 olsa 2 milyon olsun fark eləməz. Ama düzü neydi? Təqribən 1 milyondan. İndi biz düşü biraz anladık. Yani düşün biraz qapısını açtık ki düş nedir? Mesela o referansı yaratmaq, referansı özü yoktu ki. Yaşlı kələməsini dedik, böyük kələməsini dedik. Şimdi orada yetişir şeye daha. Onda deyir ki o şey için deyirlər ki toplumsal bir müqabilədir ya qərardadır, ictimaidir. Yani toplumda biz demişik ki ağa her ne ki bu ola buna deyəcək bir. Buna biz bu bir sözün bunun varlığına demişik. Hər vaxt bu olsa
bir belə olsa buna deyəcək ki, mən uşaqlıqda bunları çox zorla öyrəşmişəm ki, bu nə olur? O biraz da çoxalsa olacaqdı ki, bu qərarda eləmiş toplumda bu değil, bu değil, o bir bu değil. Bu bir ayrı bir şeydir. O biri biz zehnimizdə yaratmışıq ki, o vaxt deyəndə bu gəlsin zehnimizə. Buna ad qoymuşuq ki, ha bu birdir, bu da o gələndə bunun dibinə olur iki. Amma iki dana birdir əslində. Və o prosesiyə ki, o biri konseptləşdirdi. O yaşlılar referans yarattı. Əslində yaşlılar referans yoxdur. Hə, çəmənlərdə uşaqlıqda məsələn mən uşağın əlindən yapışsam, məsələn çəmənlərdə yeriyir. Çəmənlər kəsilib, onun qoxusu gəlir. O rəngi görür. Uşaq rəngi görə bilir. Mesela çox heyvanlar o rəngi görə bilmir. Amma uşaq görür. O rəngi o cür görür də, o değişik heyvanlar da değişik görür. O ona biz deyirik, ha yaşıldır. Çəmənlər yaşıldır. Ad qoyur o rəngə, yaşıl. O uşaq da ona yaradır. O yaşlılar referans yaradır. Əslində yoxdur, ha, heç yoxdur. Aslında çəmən də deyil. Amma sonradan mesela bir başqa şey görəndə ki, o da yaşıldır, o çəmən rəngidir. Ona deyir ki, ha, da demir çəmən rəngi, deyir yaşıl. O yaşıl özü bir konsept olur. Aslında yaşıl yoxdur ki dünyada. Yaşılın özü yoxdur. Anladık değil mi? Yaşılın özü yoxdur. Amma çəmən var. Ona görədir ki, görürsünüz ki, mesela indi şeyə deyir ki, siz İngilizcədə deyirsiniz ki, mesela bir dənə rəng deyir, what color is this? Bu nə rəngidir? Deyirsiniz orange. Və mən də qəbul edirəm sizdən. Nə gülürəm, nə məskər eləyirəm sizi, nə deyirəm. Hər dil bir kod qoyubdur da. O bir dənə varlığa hər dil bir kod qoyubdur. O kodun üzündə danışır. Biz əslində hər kəlmə işlədirik bir kod. Amma dedik portakal, orange. What color is this? Orange. Boy. Mesela havuç nə rəhdədir? Eyni rəhdə. Orange. Yani mesela budur ki, burada nə havuçdan söhbət eləyirik, nə orange'dən, portakaldan. Farslarda o söz var ya, o qəhvə rənginin şeyinə xaki deyirlər. Xaki də xak. Toprak. Paltarda, ərteşi paltarda. Ay sağ ol. Hə də, xaki. Əlbəttə xaki bilirsən də değişik anlamlar da var. Filan kəs xeyli xakiyə. Aynen. Evet onda. O da torpaq. Bunlar hamısı konseptlər. Bunlar hamısı o düş prosesinə. İndi biz bildikdə biraz o düşün fəlsəfi olaraq qapısını açdıq. Düş bildik ki, nə olur? Düş o konsepti yaradan, onu xəyal eləyən, onu düzəldəndir. Ona görə dedim ki, xəyal onun doğrudan şeyi deyil, mənası deyil. Hə, xəyal eləyirsən də, mən xəyal eləyirəm ki, filan. Amma əslində təsəvvür etmək məsələn, o da şəkələmədir. O yerdə bir şey təsəvvür etsən, bir şey yaradırsan ki, yox idin deyəsən. Ərzələrdə yaşıl kəlməsi yoxdur. Böyük yoxdur. Əslində böyük diye bir şey yoxdur dünyada. Amma biz onu yaratmışıq. Deyirik ki, məsələn, filan şey böyükdür. Bu səğirdir, o da kəbirdir, o əsqərdir, bu da əkbərdir, böyle şeyler. Biz düşə biraz baxdıq, biraz. Ha, bunu biləsiniz, həqiqətən qapısını açdıq, baxdıq. Buyurun. Şimdi düş əslində yaxşı bir şeydir, olmalı bir şeydir, yoksa olmamalı bir şeydir. Yani biz bununla muhalefet eləməliyik, yoksa bununla yola gəlməliyik, getməliyik. Düşünün. Neyle? Düşün. Necə onun bir şey yok. Siz osunuz. Siz osunuz. Yani ondan muhalefet falan yoktur. O siz osunuz da. Yani biz kod koymasak da var. Yox, əslində elə o sizsiniz də. İndi siz danışırsınız, hər şeyi konseptualize edirsiniz. Öyle tamam, siz tamam. Eğer o olmasa siz yoksunuz. Yok. İndi məsələn bir dənə uşaq nədən olur? O şey yoktur, konsept yoktur. Onun zihnində sonra yaradırıq. O var. İngilizce deyil, hamı bilirdi. Hardware vardır, o makineler oradadır. Var. Yani biz varlığına varıq. Bunu bəhs edəcəyik. İttifaqən o dedim də vücud varlığı yazmışam. İndi burada biz orada fəlsəfədə bəhs edəndə deyirlər ki, beyinsel varlıq, eşikdə fiziksel varlıq. Yəni maddi varlıq. Buradakı yazıları istəyirsiniz oxuyaq bəzən ya oxumayaq? Məncə oxusaq sözümüz yaddan çıxar. Yəni o biz ondan çıxarıq. Biz burada bəhsimizi eləyək, dostlar da qulaq assalar assınlar, asmasalar da asmasınlar. Amma bu sizlə mənim
öz aramızda bir tartışmadır, bir anlaşmadır, Mənə bir öyrənmək prosesidir. yəni ikimiz də bu cürsü gedirik. Dostlar da bunda əgər bu istəsələr danışdılar, bu şəkildə qoşulalar, sevinərəm mən şəxsən. Amma sadəcə məsələn indi alan biz düşdən danışırıq və düşü üstündə nəqd edirik ki, tamam, məsələn mən indi sizə ərz elədim ki, bir dənə uşaq doğur. Amma bunda konsept yoxdur. Bunun zehnində kodlar yoxdur. Dostlar ki, kompüterlə varidlər, hər şeyin bir kodu var. Biz də dünyada hər nə ki danışıq, o koddur. O əsli deyil. O əslində biz yaratdığımız bir sözdür, bir koddur. Bunu tanımaq üçün buna deyirik xudkar, buna deyirik gözlük, buna deyirik mouse, buna deyirik kağız. Bu bizim şeydir. Yəni kodlardır ki, qoymuşuq. Amma bu, yəni o söz bu deyil. Bu bir ayrı bir şeydir. O söz bir ayrı. Onun üçün də inəblə, üzümlə, əngur ki deyiblər, o şeydə də işlədiblər. Bir-birini dövmüşlər. Ne? Bir-birini dövmüşlər o inəb hikayəsində. İstəyirəm onu deyəm ki, orada kod üstündə onlar danışırlar. Varlıq birdir. O şey ki var ya şeydir. Onu bilmir. Onu bilmir. Onu bilmir. Çünki onlar hərəsi bir kod verirlər. O varlığın bir olduğunu bilmirik. Hə, o birliği yox. O iki vardı da, yəni bu üzüm ki deyirik, bu üzüm, bu şeyə hər nədir əlimizdədir, onu eləyə bilərik, qoyaq ağzımıza, yağ suyu gələ şirindir, hətta türşü də var əlbəttə, onu görürsünüz, çox fərq gəlir. Amma o şey ki, ona deyirik, ona biz bir kod veririk. Hər millət, hər dil, hər məmləkət ona bir özü anladığı bir kod veribdir, onunla anılır. Biz də indi bayaqla Orange siz buyurdunuz, biz də özümüz kod vermişik, o kodla danışırıq, amma o kodu danışmayanda da o var. Yəni biz, məsələn, deyək ki, bir dənə indi bir şey var, məsələn, mən bu günləri bir dənə bir şey gördüm, bilmədim, vaqəən doğrudan belə bir heyvan var ya, yox. Mən dedim, kompüterlə düzəldiblər, amma bəlkə doğrudan bir şeydir. Məsələn, bir dənə heyvandır, it kimi bir şeydir, amma birdən məsələn, bunun qıraqlarından qanat kimi qalxır, amma başına yapışıqdır. Gəlir, göydə belə durur. Yəni, qanat kimi belə gəlir, çox yekə bir şey, ələncə bir şey, beləsi, əvvəl deyirsən, bəlkə itdir, durubdur, sonra qalxır qıraqlarından o maşınlar, taza maşınlar çıxır, qapısı belə qalxır. O cürsü qalxır, gəlir göyə, sonra görürsünüz ki, bu əyildi bir şey yeməğa, qulaq əvəzinə getdi göyə bu qanatları məsələn. Məsələn, belə bir mövcud, məsələn, indi ya insanlar yaradıblar kompüterdə, ya vaqən, məsələn, təbiətdə belə bir şey var, onu bilmirəm. Amma ona bir kod verir hər millət. O kodla onu düşünür. Yəni, o kodu deyəndə o gəlir zehnə. Necə ki dedim də, məsələn, biz indi deyəndə ki, indi o bir nə? Məsələn, deyirik, bir dənə gözlük. İki deyəndə, iki dənə olur, kod veririk də. Ama birin anlamını anlatmaya çalıştım ki, o birin anlamını o prosesdə yaranır da, düş prosesində, düş onu yaradır. Və ona sonra biz son ek gətirib qoyanda, deyir ki, düşün, o genə də feili əmridir. Yəni, məsələn, git kimin olur, çünki düş ismidir, adı uzacaqsan. Ona görə onu öncə feil eləyir. Düşün, sonra o sonundakı şu başqa bir şeydir. Onu istəsəniz deyərəm. Yine düşünü bildik də, məsələn, düşün, ha, düşün. Məsələn, fərzəyi düşün. Düşünün özünün mənası nədir? Yəni, o düş bildikçi düş oldu təsəvvür. Zehnimizdə yaratmaq. Onu bir yaratmaq. Amma biraz dərinlə gedəndə gördük, onu yaradırıq. Hə, zehnimizdə yaratdığımız bir şeylərə düş deyirik. İndi əslində yaranışdır. Bir şeyin yaranışı, bir şeyin var oluşudur orada. İndi düşün nə deməkdir? Yəni deyirik ki, düşün. O feil olur. O elə də, o işi elə. Yəni o işi elə. Məsələn, yeri, biz deyirik yeri də, yürü. Türkiyədə məsələn deyilir yürü. Biz deyirik yeri. Məsələn, qadan alım, yeri. O ilk sonunda gəlir və ya Türkiyədə yürü, o yer sözündən düzəlir də. Yer. Yerin üstündəsə yerirsiniz, olur yerimək. O, yəni ismidən feil düzəldirsiniz. Bu çox sadədir Türkçədə, ismidən feil düzəltmək. Ona görə düş də elədir. Düşün, gətirdi, düşün. Yəni o işi elə. Ne işi elə? Yəni o yaratılışı et. Yəni o düşün, yəni fikir. Türkçə, Farsçası olur fikr.
ve aslında biraz derinleştirsen olur tefekkür konu. Çünkü bilirsiniz farklıdır. İndi burada bir şey var. İndi burada bir yani felsefi baxırıq da biz indi İngilizce'de olur. düşün deyəndə əmridir. Feil əmridir. Yəni əmr edir sən düşün. Acaba biz insanlara əmr eləməklə onlarda bir düşünmək məsələsi, xiyal yaratmaq ya dünya yaratmaq. İndi buna fəlsəfə deyilə beyin dünyası da. Yəni zehinsel dünya, beyinsel dünya. Acaba belə bir şey olar yoxsa bu biz ona fəqət bir deyirik ki, məsələn, neyinə məsələn? Yəni deyirik düşün ya neyinə? Mesela biz deyirik ki, sen bu iş meselesi bir salgılatırım. Mesela bu barada bu meseleyle ilgili düşün. Yani misal burada yox ki, Güney Azərbaycanın istiqlalını düşün. Ya yani düşünmek yani ben Farsçasını, İngilizcesini hangi dilde deseniz onu diyeyim ki bilesiniz ki müadilleri nedir? Farsçası onlar fikriku. Aha. Ama aslında düşün daha derindir fikrikundan. Tefekkür kun daha doğrudur. Çünkü fikrikerden ve tefekkürkerden farklıdır. Bilirsiniz. Farkları nedir? Tefekkür daha derin daha derin bir iştir. Mesela biz mesela bir düşünüre ona qəşəng bu kəlmələrə təvəccüh edeyim. Biz düşünürə deyirik ki, demərik ki, fikri mesela filan kəs düşünürdü və farsçası demir ki, fikri konəndi. Ya fakir veya fakir, fakur. Ama tefekkür işlemidir. Fakur işlemidir. Ama fakur işlemidir. Ama daha doğrusuna Aysa ona çünkü Farsça dediğin Arapçadır, ne fark ediyor. Ama ne diyoruz daha doğrusu Farsçada? Mütefekkir filan kes. Mütefekkir filan kes mütefekkir. Niye? Çünkü o fikrin içine zoomuptu. O çünkü o fikrin içine. Arapça o kadar güzel bir dildir ki orada bir tane bab var. Bab-ı tefeül değiller ona. Fikirlere tefeülü ya tefeülü. Tefeül, mütefeil, mütefeil olur. Tefekkürü, ya tefekkürü, tefekkür, mütefekkir, mütefekker. Bu bab böyle sarf olunur. O babın ismi tefekkür, üzr istəyirəm, tefeül babıdır. Tefeül babıdır. Siz benden daha yaxşı bilirsiniz Arapçayı. Yok, sizin yanınızda izhar-ı fazl eylemek şey değil. Ancak mesela aynı çok fikir ki sülasi bir kəlmə fıdır, kidir, rıdır. Bunu getirdik bab-ı tefeüle aslında daha derin bu işi görmektir. Yani fikri işini. Ve bilirsiniz bab-ı tefeül necə bir babdır. Mesela deyir ki, savr kelimesi sad, vav ve ra, tesevvür daha derin bu işi görmektir. Yani karşı elemek değil, suret çekmek değil daha. Tesevvür etmek daha derindir. Tefekkür etmek, fikretmekten daha derindir. Düşünmek daha derin bu işi görmek, daha derin o konseptler yaratmaktır. Daha derin o dedik aslında yaratırsanız, biraz önce dedi referansları yaratırsınız. Referans yoktur aslında, siz onu yaratırsınız. Ve o tefekkürdür. Düşün sözü yani tefekkür et. Buyurun. İndi bir sayıda soruşum. Düş sözünün bir tane de manası var. O da budur ki yani bir yerden düş. Yok, yani zoom getdiği yere. O bundan da yoksa değil. Ya, onu sizden soracağım. O da bundan diye yok. Aslen alakası yok. İlgisi yok. Tamam. Niye yoktu? Niye yani o da düştü, bu da düştü. Değişik yerlerde gelişir. Sonra bizim dil dağarcığımızda değişik feiller var ki aynı sesi verirler. Bir yol ve değişik anlamlar olabilir. O önemli değil. Tamam. Bu şeylerden bulacağız. Biraz baksanız. Onu istirdim belə düşünürəm ki, yani belə düşünürəm da, mən indi düşünürəm. Burada başlamışıq düşünməyə. Düşünməyin öz içindəyəm hələ mən. Deyirdim ki, təsəvvür eləmək, beyin təsəvvür dünyasını yaratmaq, konsept yaratmaq. İndi bunun bir mənası düşdü. Yəni gir onun içine, zoom get onun içine. Bunu yani biz burada demeyle olmur ki. Mesela bu da dilçilikte bunlar necə budaqlanıblar, ağacın budaqları kimin, ağacın dalları kimin, onu sonra danışaq. Tamam. İndi dönelim düşe. Düşü dedik biraz, qapısını açtık, biraz o bağçanın içine baktık. İndi mənim sualım buyurdu sizdən ki,
Buyurun. Düşün demaqla, düşün bir əmridir. Əcəba əmrinə mən birinə əmr eləmək olan şey düşün. Yani, Əcəba onda düşünmək yaranar, yoxsa yok düşünmək da özü... deyirsiniz bunu düşün de, bunu fikir elə, tefekkür elə de. Otur, bunu bir tefekkür elə. Özüne zaman ver, bunu düşün. Try to Axı understand. iradi İradi. bir şeydir, Düşünmek ya iradi. qeyri-iradi bir şeydir. Yəni mən Düşünmek bunu iradi. mənə desələr də bu düşüncə gəlir, deməsələr də gəlir. Yoxsa Ama siz yani beyninizi, çünkü beyni öz başına bırakanda beyin şey deyir. Kuş kimi uçur. İndi ben sizinle danışanda olabilir ki siz dinleyirsiniz. Benim ağzımın da beşməyinə baxırsınız, gözümə, o yana bu yana və kəlmələri də eşitirsiniz və anlamağa da çalışırsınız ki bu ne demek istəyir. Ancaq aynı zamanda sizin beyniniz gedir bir yere ki dünən hara getmişdiniz, oradan bir şey aldınız, ay bir şey unuttunuz kaldı, dönürsünüz gelirsiniz birazdan. Mesela ben elimi de verdim de. Bu beynin otomatiktir da, otomizadır aslında. Gedir, özü öyle gəzir dolanır. Ona İngilizce'de, üzr istəyirəm ki İngilizce deyirəm, wandering mind da, o öz-özünə gəzir, dolanır. Beyin böyle bir varlığı var. Ve özü o işi görər. Özü o konsepti yaradabilir. Siz özünüzü ərzələdim ki, mesela uşaq özü bilir ki bir şey istedi, bir şey soyuq olabilir. Ama sonra konseptler yaradır, sonra onlar yüklüyür kelimelere ve səslərə. Veya eğer lal olsa, kar olsa, mesela başka şeyler. Her halükarda konsepti yaradır, o anlamı yaradır, o kavramı yaradır. İndi ne demek istəyirdim? Birine demək olar mı ki, yürü, yericlə, bax, düşün, tefekkür elə, biraz derin, demək olar. O da onu konsantre elər, ona dikkat elər. Yani daha çok, ne diyorlar, meditation'dan eləyirlər ya, meditasyon bilirsiniz de. Otur mesela düşünür ki, daha çok derin düşünür. İstəyir o da beyni gedib gəzib dolanmasın. Böyle gəlsin bir yerde, belli bir şeyi tefekkür etsin. Mesela bilirsiniz dinlerde, illa sufilikte ve bütün spirituallıkta ne diyorlar, sufilikte de öyle diyelim. Bu vardı ki temerküz eləyir özüne. Mesela bilirsiniz Budizm'de mesela oturup böyle bağdaşların qurur deyir, sözünü təkrar edir. Ya mesela bizim irfanımızda oturur mesela bir şeyi təkrar edir, ne bileyim. Veya Çin irfanında görüyorsunuz zen alemi var, bir zen dünyası var. Yani herhalde özüne şey etme, Hindu'da da var. Yani tefekkür, yani insan beyni gəzir dolanır ya her zaman her yerde de beyni. Ben her zaman bunun önünü almak olmaz. Bunu bir türlü zincirleyip beyni ve beyne sahip olmak. Bir tane at kimi, vəhşi bir at kimindir ki, bir türlü bunu kontrol etmek ve tefekkür etmek. Bəli, tefekkür etmek olur qəsdən ve bilerekten. Cevabı oydu. Tamam. İndi əslində o zaman şey deyirik, düşün, o edirimiz adama deyirik, bir dana konsept, bir dana mövzu veririk, bir dana konu veririk. Deyirik ki, bu konunun üstünde təmərküz elə, bu konunun üstünde zoom elə, bunun üstünde fəqət bu sənin beyninin işi, sənin işin bu olsun. Bunun hər tərəfli, hər tərəfin bir araşdır görək nədir? O deməkdir, deyilmi? Öyledir. Yani daha derin içine girdi, o doğru diyorsun, öbürü boyutlarını düşün, o konseptleri, kavramları anla, yarat, yani istesen lazım olsa yarat ve ona temerküz et, tefekkür et. Tefekkürün zaten erzeler en yakın kelime ki tapabildik Arapçada, Farsçada düşünmeye tefekkürdür. Ama o düşe hayaldir, tesevvürdür, düş sözüne. Soracaktık onu düşün olanda, onu feil edende oldu tefekkür etmek. Şimdi neyle düşünürük? Yani düşünmeğin malzemesi nedir? Yani onu bilmirik. Onu bilmirik. Aslında o bölgesini bilirik hardadır. Bölge daha çok başın, beynin ön bölümündedir. Ona yani frontal lobes deyilir İngilizce'de. Yani öndeki bu alnın etrafında bu bölgedekidir. Prefrontal lobe aslında deyilir İngilizce'de. Düşünmen çok orada olur. Ancak başka yerlerde betərdən rabitəsi var, ilgisi var. Yani hipotalamusun ilgisi var, eşitmek eryasının ilgisi var, hissetmek. Çünkü onlar hamısını gətirir, yığır orada bir istəyir bir kavram yaradır. Mesela biraz önce dedik böyüklük, küçüklük. Ona göre o səs mi? Çünkü insan hardan
bilgiləri alır. Səsdən alır, hiss eləməkdən alır, nə bilim, gözü ilə alır, Dadmaqdan alır, eşitməkdən alır. alır. Və başqa yerlərdə yəni 5-6 dənə, ən azından 6-7 dənədir də. Öncədən bizə deyirlər 5 dənədir. Önəmli deyil. Biz bilirik ki 5 dənə deyil, çoxdur. Ancaq məsələ budur ki, bunların çoxu o prefrontal lob, yəni bu öndə olur burada, bizim anlı dediğimizin arkasında. O da əslində sonralar gəlişir. İnsanda çox təfəkkür eriyası insanda yoxdur. Sonra özü var ha, o sim keşisi olmayıbdı. Bütün dəstgahlar oradadır, o sim keşisi qəşəng bağlanmayıbdı, simləri, ilişkiləri. Erkəkdə 25'e qədər təqribən bağlanır, tamam olur sim keşi. Qızlarda da 22-23'e kadar o sim keşi bağlanır. Qızlar 1 il, 2 il daha tez olgunlaşırlar o bölgədə. Yəni o prefrontal bölgəsinin hər yerindən rabitələr, o sim keşilər olsun, hər yer bağlansın. Düşün ki, bir evdə siz bütün dəstgahları, hər şeyi bağlayıbsınız. Heç isti sistemini, soğuq sistemini, nə bilim bu şey var ya, işıq sistemini bir dənə ev düzəldibsiz, bir dənə bina, hər şey bağlıdır, işləyir. Ancaq simləri bağlı deyil. Biz bilirik ki, işləyir. Sonra simləri bağlayırsınız, sonra düyməyə vuranda işləyir. Və o düyməni vurmaq təqribən 22-23 yaşlarında qızlara olur. Təqribən 24-25 yaş. Bəzilərdə gecikir, yəni 1 il, 2 ildə gecikə bilər. Yəni əslində istəyirsiniz deyəsiniz ki, yəni burada bunu indi burada bəhsi bu barədə şeyi budur, elmisi elə budur. Yox, hər halda biz burada bəhs edirik, burada fəlsəfi bəhs edirik, siz deyirsiniz. Yəni biz indi heç kəsin eşitmirik. Yəni cənabımızın fikrini eşitmirik. Mən də burada danışsam, mən də fikrimi deyirəm. Yəni mümkündür bir şey qəbul eləməyək. Elmi deyələr biz qəbul eləməyək. Mümkündür ki, bir nəfər elmi bir insan mümkündür bir iddia ola, elmi iddia eləyərlər. Amma biz qəbul eləməyək. O bizim düşüncəmizdir. Yəni mümkündür bir yox, elmi deyilsən. Məsələn, bu təəssüblə baxmısan. İndi görürük çoxlu elmi şeylər ki, bizə demişlər elmidir. Hamısı çıxıb batil olubdur. Deyiblər, yox, elmi deyil. Onun üçün bu şeydir. Yəni danışanda fəlsəfədə mümkündür ki, məsələn, elmi qəbul eləməyək adam. Yəni, məsələn, tamam yox, komplet yox. Amma bir konuda mümkündür ki, mən bu konuda məsələn, bu sözü qəbul eləmirəm. Məsələn, ağlımı batmır ya, mənim fəlsəfəmlə düşünürəm, düz gəlmir. Hər halda, indi biz nə ilə düşünürük? Yəni, məvad deyil ki, düşünürük. Siz indi dediniz ki, beynimizdə açsaq bu qapağı, içində o heyvanın beynini yiyirdik ha, o vətəndə. O bir şeydir daha, içində bir 250 gram, 500 gram, hər nə qədər, 2 kilo, 1 kilo, hər nə qədər, o qədər da. Yəni bir dənə ağ pi kimi bir şeydir, yağ kimi bir şeydir. Bundan fikirləşirik, yoxsa yox. Biz o kodlarla ki, indi verdik. Hər dil və hər millət özü kod verdiyi ilə düşünür. Yəni biz kodsuz fikirləşirik. Sadəcə təsəvvürlər için zeynimizdə var. İsti nədir, soyuq nədir, kəsən nədir, kəsməyən nədir, uzaq nədir, yaxın nədir, yumru nədir, düz nədir, dördguşəli nədir, üçguşəli nədir, bu cür şey. Yəni, əcəba biz onlarla düşünürük ki, almışıq zeynə, yox. Onlarla düşünürük, kod vermişik. Buna demişik xudkar, buna demişik gözlük, buna demişik qulaq, buna demişik göz. Bu kodlarla düşünürük. Nə ilə düşünürük? Düşünmə nə ilə olur? Dili nədir? Yəni, kod dediyimizdə dil olurdu. Yəni, bizim Türk dilimiz, o İngilis dili, o Ərəbdə, o Farsça falan. Nə ilə düşünürük biz? Bizim bildiyimizə görə beynin hamısı, təqribən hamısı o düşünmək işində, prosesində şeydir. Səhimdir. Səhmi var. Ancaq ən çoxu daha çox təmərküz yeri, öyle ki biz bilirik. Və bunlar biraz öncəki sözə referans edeyim. Mənim görüşlərim deyirlər, bunlar mənim öyrəndiklərimdirlər. Bunlar bilimsel bulgulardılar ki, daha çox öndədir. Və bunu İngilizcədə prefrontal lobes deyilir. Yəni və yerini də ərz elədik. Yeri də alnımızın arxasındakı bölgələrdir. Orada daha çox biz, yəni əslində insan əslində demək olar ki, oradadır. Və o şey ona düşüncə deyirik, orada olur bu iş. Ancaq o anlama gəlməz ki, yalnız bu ön insandır və bu iş
görür. Bütün başqa yerləri də bu öz xidmətinə alır və onların rabitəsidir və bu bilgilərin rabitəsidir. Bu çox önəmlidir bu rabitə. Biraz öncə mən hər şey işlədirik, hər kəlmə işlədirik, qəsdən işlədirik bunları, yəni burada. Bunu biləsiniz. Məsələn, biraz öncə simkeşi sözünü işlətdik. Niyə işlətdik? Şimdi siz təsəvvür edirsiniz bir dənə binada nə qədər kablo gedir, gəlir filan. Bu kabloların, bu rabitələrin nəticəsindədir ki, bu iş olur. Bir yerdə birisi eləmir. Və sizin cavabınız, sizin sorunuzun cavabı, ona görə hey mən bu sözləri buraya bunu düzəldirdim, gətirəm ki, bunu deyəm ki, bu simkeşi, bu rabitələr, bu ilişkilər ki vardır bu beynin ön bölümüyle, öbürü bölümlərini və elə öz içindəki də bilyonlar rabitələr. Yəni, həqiqətən biz bilyonlar deyəndə bunun belə təsəvvürü anlamağı daha çətinləşir. Həqiqətən necə yəni mən indi məsələn bu sözləri düzəldirəm deyirəm. Bunlar milyardlar rabitənin nəticəsində bu olur, bu işlər olur, o proseslər. Və ki, hali hazırda mən bu sözləri deyə bilirəm. Gecikmədən və o sözü deyə də təxmin vura bilirəm ki, biraz o sonraki kəlmələr hansıları gələcəkdir. O qədər bu rahatdır ki, sizin beyninizlə rabitə qurulur buradan ki, siz də bəzən təxmin vura bilirsiniz ki, bu birazdan sonra hansı kəlmə işlədəcəkdir. O cümlənin axışına görə. Buyur. İndi mən əvvəl bunu deyim ki, biz zehnimizi saxtamana bənzədə bilmirik da. Yəni, orada simkeşi var, yəni bir dana neçə nəfər işləyirlər, o simi fizikidir, təkillər, bağlılar filan, bənzədirik ona, təmsil edirik. Amma üçün hər şey görəcəyik. Hər dili işlədəcəyik. Amma bunun ki, zehnimiz bizim fiziki odur deyil. Yəni, fərqli bir şeydir. Mümkündür, məsələn, neyronlar, zatları bağlayaq, bilmirəm, məğzdə də sistem nədir? Mən bunları bilmədiyim üçün, oxumadığım üçün də bunları çox üstünə getməyim, ərz edeyim ki. Amma indi... Elə düz dediniz, neyronların, yəni sinirlərin bir-biri ilə rabitəsi çox önəmlidir. Siz bir dənə uşağa evdə, məsələ, piyano olsa və gündə birisi 10 dəqiqə piyano orada çalsa, qəşəng dəstgahlar, musiqi dəstgahları filan. Bu uşağın beynində o bölgə ki, səslə ilgilidir, musiqi ilə, ritmlə, o musiqi özü matematiksel bir şeydir. O bölgədəki neyronlar, sinirlər bir-birlə rabitələrini çoxaldacaqlar. Simkeşi daha çoxalacaqdır. Məni qıstalanmayın. Oğuz bəy, bir dana Türkiyəli bir qız var. 7-8 yaşı var. Anadan olmaz, ahirən bunun gözləri məhrəsidir heyvan balanı. Allah şəfa versin. Bu gedir yabana da, hər gün bunu aparırlar mədrəsiyə, gətirirlər filan. Yoldaşlarını görür, yoldaşlarıyla danışır, bir şeylər eşidir filan. O gedib gələndə bunun zehni görmür axı. Fəqət düzəldir. O piyanosu var evdə. 7-8 yaşı var. Gəlir kameranı açır, Instagramı. Deyir ki, dostlar, bu günləri başıma bu oyun gəlibdir. Mən buna bir yapdım, bir musiqi yapdım buna. Onu oturur çalır, vaqəən məncə. Bizim bu danışıqlarımızla ilgilidir bu. Bu dediğiniz danışıqlarımızla ilgilidir. Və elə böyle misallar olsa getirin, mən də getirəcəyəm. Və biz yalnız bunu uşaq yoldaşlarımız bilsinlər. Ki biz bu fəlsəfi danışıqlarda ki adını düşünüş proqramlar qoymuş ikincidir. Biz hər kəlmədən, hər dildə, hər sözdən istifadə edəcəyik, kullanacağıq ki o sözü anlamı yetirək. Yetirə bilməmiş. İndi Oğuz bəy. Orada mən devam edeyim. Yoldaşımız çox gözəl bir söz yazmış. Sizin sualınızı daha kristallaşdırmış. Hardan olur deyir bu? Kim eləyir? Bunun qaynağı hardandır sizin bu düşüncələri? Mənim əzizim, mənə görə sizin sualınızı çox təbəllür etmiş, bulurlaşdırmış, kristallaşdırmış. Məsələ budur ki, istəyirik deyək ki, böyle birinci nə dedim, biz bilmirik. Birinci cevap budur resmi olarak. Niye? Çünkü olabilir sonra bilək bunu. Ancak biz bunu, yani belli bir kaynağı yoktur bunun. Bu kabloların, bu simkeşiliklerin, bu bütün bu rabitelerin neticesinde bu əmələ gəlir. Aslında
İngilizce'de buna şey deyirlər, generasyon. Yani bunların rabitəsindədir ki, bu üstə əmələ gəlir. Siz düşünün ki, mesela siz yalnız oturupsunuz bir evdə və fikr edirsiniz. Çok güzel. Təfəkkür edirsiniz. Bir de ki, düşünün ki, bir dənə məbhəsi, bir konsepti bir başka adamla ki, siz qədər bilir ya, sizden daha çok bilir ya, her ne, ondan tartışırsınız. Biz deyirik ki, siz 10 saat tartışsanız bundan, buradan olabilir ki, daha yeni bir düşünceler generate olunsun, doğulsun, doğrulsun. Bana göre özel kelimesi jenerasyonun odur. Şey de odur, düşünce de öyle doğrulur. Bu rabitelerin, bütün bu nöronların rabitelerinin neticesinde şey olur. Özü yoktu bir yerde. Ben dediğim suala yine geçsem Oğuz Bey, ben orada bunu soruşurdum. Yani özüm belə düşünürəm ona cevap. Cevap olarak belə düşünürəm ki, çünkü bizim zihnimiz, dedim, nənədən olanda yavaş-yavaş bunu konseptləşirlər. Biz bunu doldururuq təsəvvürlərlə, xiyallarla ki, dünyada ya var eşikdə ya yoxdur. Amma biz onu kodlaşdırırıq. O kültürə görə, o dilə görə, o tarixə görə, o varlığa görə, o mədəniyyətin səviyyəsinə görə, inkişaf, siyasi, dil, nə bilim, hüquq, bunların hamısı inkişafına görə bir beyin inkişaf edir bizdə, amma o topluma görə. Tabii. Yəni o toplumdan çıxıb bir başqa topluma girəndə bizim beynimiz sıfır olur. Yəni sıfır olmur, amma onunla işləmir daxil. Sıfır olmur, amma onunla işləmir. Taza bir konuya gelir, taza bir topluma girir, o toplumdan da işləmir. Çünki buradakı kod, dünən insan deyirdi su, bu deyir water. Yeah. Əslən bilmədi. Yəni hətta o ləhcəsi də belə, ləhcə özü də belə bunu dəyişdirə bilir. Yəni məsələn bu çox mənim başıma gəlib. Məsələn mən bəzi ya əvvəldə gəldim, burada getdim banca, susuz idim. Şeydə ayında ya bu isti günlər, burada bilirsiniz, o bir isti günlər var, tətil olur, təqribən vəziyyət qırmızı. O günlərdə getmişəm banca, susuzluq ölürəm, vətəndə biz şeylər susuz olduq. Deyər var mənə su ver. Getdim orada banca, hey dedim water, I need water. Falan. Əslən adam gördüm belə baxır ki, bu adam nə deyir? Bilmədim ki, məsələn mənim ləhcəmi başlayıb buraya deyir ki, su istemez derler bahçede. Bu niye benden su istiyor mesela? Ben burada bahçede pul vereceğim, bir pul alacağım. Evet. Mesela İslam bunu arz ki, o bizim, ben o sual ki soruştuğum, o buna ki, benim cevabım budur ki, biz o kültürde, o fərhəngdə, o təməddündə ki, yekəlirik, kodlanır beynimiz uşaqlıqdan, biz onunla fikirləşirik. Düz ya qələt odur. Burada düzlükdən, yanlışlıktan danışmırıq. Buradan da gedəndə bir ait topluma. Siz de toplum, hep toplum dediniz. Onun daha doğrusu coğrafidir. O toplum coğrafide bana gelir. Eğer siz bir coğrafide bir dil gelişmişse, belli bir coğrafide, yani geniş olsun, küçük olsun, dar olsun, büyük olsun, gelişmişse ki orada daha çok dağlıktır. Onun şehrində, ədəbiyyatında, beyində, hətta beyin düşüncə tərzində belə, onun yaxlaşımında belə o dağın təsiri var. Biz bunu deyirik və bunu %100 bilirik. Onun şehrində, ədəbiyyatında bunu görəcəksin. Və başqa bir topluluğa ki, değişik bir coğrafidədir, ona baxırıq ki, məsələn, deniz yanındadır. Onun da şeirinə, ədəbiyyatına, düşüncəsinə bir problemi çözmə, istəyib bir problemi çözsün. İnsan problemi çözən bir heyvandır. Ona necə yaxlaşır, onun o deniz tərəfində, kənarında olmasının təsiri var və biz onu görürük. Kəlmələrdə görürük, anlamı necə düzəltmişlər, onları görürük. Hətta, məsələn, bir dil əgər və bir topluluq, topluluqla toplumun fərqi var. O bir topluluk mesela belli bir coğrafyada, mesela ne bileyim çöllük, sahralık, kövşenlik öyle de bozkır diye Türkçe'de. Öyle bir yerde gelişmişse o dil, onun hatta düşünceleri farklı olur. Mesela hatta yaranışa göre. Onun yaranış hikayesi. Çünkü takriben bütün toplulukların insaflarında yaranış hikayeleri vardır. Yaranış hikayesi nedir? Yaranış hikayesi odur ki, insanın en büyük fundamental sorularından biri budur ki, ben buradan yaşıyorum. Ben hardan gelmişim buraya? Beni buraya kim aldı? Kim təklif mənim? Ya niye gelmişim?
Ya, mesela o Farsçada bir şey var ya, az kuca amede Moğol'dan, ameden bakış. Moğol'dan. Onuncudur. Nənum ayi vətənəm, mən bilim, mən gedirəm. Bu sözlər. O əslində ən böyük, əziz İnsaf Əli bəy, ən Sualdır. fundamental, ən temel soru fəlsəfədə də, elə zaten elmin de en büyük sorusu, en büyük o demişti, elm için dünyaya açılmış. Budur da soru budur. Da bundan daha temel bir şey yoktu ki ne olur burada? Ne haberdir? Yani. Ve Yusuf Ali Bey hansı coğrafide o dil gelişmişse, o dil, kültür, ne bileyim, hamısı gəlir axırda sonunda dilə girir. Siz onun adını kodlar koydunuz. Axırda gəlir, girir o kelimeler. O hatta düşünce de size sonunda ahirde ben istəyirəm bir tane düşüncəni sizə yetirəm. Da onu başka türlü yetirmənin imkanı yoktur. Fakat diline. Başka bir yolu yoktur mən o sözü. Onu bir yerde yazam, diyəm, onu necə mən sizə anlata bilərəm? Yəni indi orada mən bunu bağlayacağım keçən həftənin sözünə. Amma yadınızda qalsın ki, bu bəhsi burada qutulur, gedək düşünüşlə gedəcəyik. Amma tamam. O geçen həftənin sözünə bağlı. Mən bu cümləm besin ki, deyirəm ki, hətta onların yaranış hekayələri, yaranış fəlsəfəsi, onları demirəm. Əslində axırda hekayədir. Hətta yaranış hekayələri belə onların coğrafilərinin, o çevrəsinin, ortamıyla biçimləşibdir. Onlar öyle düşünüblər. Mesela bir çöldə gəlişən, bir yaşıllıqda gəlişənlə onun yaranış hekayəsi farklıdır. Buyurun. Oğuz bəy, bilirsiniz nə yadıma gülümsürəm? Zehnim o bayaq dedisə, zehni gedir. Zehnim getdi. Biz bir zaman bu bəhsləri 2 nəfərə elirdik. Çox həftədə 4-5 dəfə görüşürdük və bu bəhsləri elirdik. İndi burada ümumi elirik bu bəhsləri. Dostlar, bu bəhslər bəlkə yorucu gələr, amma inanın, bir müddətdən sonra çox rahat gələcəksiniz və çox, nə deyirlər, dünya dəyişiləcəkdir. Çünki bu bəhslərdə nə qədər dostlardan görürəm, bəzisi burada ciddi iştirak edir, yazır. Dostlar, bu çox ciddidir. Biz, məsələn, keçən həftə dil haqqında danışdıq. İndi Oğuz bəylə düşdən başladıq, gəldik bura, dili gəldik. İndi dedik ki, dil bu coğrafiyadan, ya bu, məsələn, bu kənddən, o birisi kəndəki suyun qırağındadır, bunun suyu yoxdur. Hər şeyi fərqlidir. Düşüncəsi də fərqlidir, yolu da fərqlidir. Hətta bəzi kəlmələr var ki, onda işlənir, bunda işlənmir. Bu adam gedəndə oraya qalır ki, bu nə deyir, yəni məsələn. Bir dilin içində, məsələn, fikrin ki, biz Türkük, məsələn, birdən duraq gedək Üzbəkistana, duraq gedək Qırğızistana, duraq gedək, məsələn, nə bilim, bir ayrı yerə. Görəcəyik ki, bir şeylər fərq edir. Əslən, baxışlar fərq edir, çünki o coğrafiya, o hər şey, o təməddün, o şey vardı, bir ona o dil, kodlanmaq, o dil. Onun üçündür ki, biz indi məsələn, Oğuz bəy, keçirik keçən həftədəki bəhsə. Buyurun. Bir dili öyrəşmək və öyrəşməmək, o birisi başqa dili. Ora aparacaq, bu qalsın gələn həftəyə. Yəni, bu həftə davam eləyəcək bunu. O dil məsələsi məncə çox önəmlidir. İndi düşünüş deyəndə bir anda axırda bir nüş var. O nüş yəni, düşün, bir dənə düşünüş. Uş var. O hemen şey kimindir ya, mesela deyir bax, çünkü bax özü şeydir, feilidir. Ona göre lazım değil ki onu feilləşdirək da. Mesela göz ismi de istəyirik onu feilləşdirək, olur mesela gözləmək. Gözləş. Ya onu istəyirik feilləşdirək, mesela deyirik gözləmək. Gözləmək. Hə, düz deyirsən də. Məsələrini dedim. Və ya gözətləmək. O təcəlləndə orada fərqli. Mesela gözətləməklə gözləmə mesela fərqlidir. Niyə? Çünki o biz ismidən düzəldirik orada. Şeydir, feil. Amma mesela bax şeydir də, özülü feildir də. Yox. Ona görə mesela o şı axırında gələndə deyir baxış. Baxış. Yəni o işdən mesela o işten bir tane mesela tarihe. Mesela bakış, mesela diyor ki gör, mesela gör özü feilidir de biraz önce gözden düzelttik ya. Mesela diyor gör. Görüş. Mesela diyor, yani çünkü gör özü şeyimiz görüş. Bir de
orada şı var ya mesela birden deyir ki su, mesela su yani savaşmak da yani su yani war İngilizce'de onlar war. Harp, su Türkçe'de harp demek. Ama mesela suvaşmak yani iki grubun birbirine o işi görmektir da olur yani ona göre adını koyduk savaş. Savaşmak. Savaş kelimesini sudan düzelttik de neyledik? Suvaşmak veya savaşmak. Çünkü su Türkçe'de bu su ki biz onu işlədirik mesela bu su bunu Çinlilərlə şərik işlədirik. Əslində sonradan işlədirik. Əslində əski Türkçe'de bu işliyimiz buna su demirik. Mu deyirik əslində ona. Mu deyirik. Bunları sonra danışarıq. Ama aslında su yani savaş. Mesela məsələlərimizdə qalıb da biraz önce dedik. Çox yerlerde aradan gedər ama məsələdə qala bilər. Mesela deyirik ki su dayanar, düşman dayanar, ne diyorlar? Su dayanar, düşman dayanmaz. Bunu yaşlılarımız qəşəng bilir. Burada çok adam öyle anlar ki indiki mesela besavadlarda, Türkçe savad olmayanlar ki su o çayın suyun deyir da, bulağın suyunda. Yok aslında su orada hemen savaştır. Bəs biz savaş kelimesini düzelttik ve şığı da koyduk. Görü de düzelttik. Gör, görüş. Biz mesela gör meselesi neyi görmek? Çünkü bu feilin mef'ula ihtiyacı vardır. Çünkü bazı feillerin mef'ula ihtiyacı yoktur. Mesela biz dedik düş, mesela düşün, onu feil ettik, düşün, neyi düşün, bir şey düşün, o mef'ul ihtiyacı var. Ama yatın mesela yat sözünün yoktur, o mef'ul ihtiyacı yoktur. Bu da o dilin şeyinde, çerçevesinde de, structure'ındadır ki, bazı feillerin mef'ul ihtiyacı var, bazı feillerin mef'ul ihtiyacı yoktur. Mesela gör feilinin mef'ul ihtiyacı var, neyi gör? Mesela deyip sen, bana deyirsən ki, gördüm, neyi gördüm, filan şey gördüm. Ama diyeyim yat, mesela neyi yattım, bilmirsən ne cevap verirsən ona. Yatırt diyende o feilcedir öbürü. Onda demirler neyi yatırt? Kimi yani neyi? Düşünmek de o feillerden ki mef'ule ihtiyacı var. Bir de ona göre bir düşün. Mesela bir düş, bir düşün, düşünüş. Yani bir defa hoş görme. Bir de şu feillerin sonunda gelir eğer onun bir şeriki varsa o feilin. Mesela bak, bakışmak. Gör, görüşmek. Mütlak orada ikincisi vardır. Yani en azından birden çoktur yani. Olabilir 10 neferle görüşesen, olabilir bir neferle görüşesen. Herhalde birden çoktur. Hatta savaşmak adam düzelttik, o suyun özünden düzelttik. Hadi su, suvaşmak. Bak bakışmak, ne bileyim, gör görüşmek, ne vuruşmak. Mesela bir şey vurmak, neyi vurmak mesela? Bir şeyi vurmak. Ama vuruş gelende hatman ikinci şey var orada. Yani ya mef'ul var ya yani bir şey var ki onunla vuruşma birisiyle. Tarafı çoktur. Birden çoktur. Feil birinden öbürüne taraf səfər edir o act, o iş. Ona göre her şey yaz mesela. Yaz, ne iş görürsen yazırsan. Ben yazırım. Ama yazışmak iki taraflı. Onda mütlaksa birden çoktur. Ona göre burada düşünüş de çünkü felsefenin anlamına geldiğine göre o birisiyle hatta özünle bile sözle anlamı istersen ki burada yaradasan ona göre özünden şətrenc oynursan ha? Özünden şətrenc oynursan. Sen onu biraz önce dediğin zihin bu işi görebilir. Çünkü zihin ben istemiyorum zihin sözünü işledim. Çok məşkuk bir kelimedir. Ama bu diyebilirim ki mesela siz özünüzü icazə verseniz bunu bir balaca bu ikinci feil ikincine gelir onu anlatayım. İnsan zaten özünü şey görür. Gözlemleyici görür. Gözlemlemek yani İngilizce'de observe deyirik ya. Mesela siz deyirsiniz men. O saniye ki meni dediniz, elə o saniye ki meni dediniz, burada ikilik yaranır. Çünkü karşısında o var da, mən, bir de məndən olmayan. Yo. O məni tanıyanı danışırıq biz. Siz burada birisinden danıştınız ki o məndir. Ve siz onu gözlemlediniz. Ve burada bir ikilik yarandı. Yani bir o məndir, bir de o varlıqdır ki bilmirik o. O ki o məni tanıdı. Hada ona ad koydu, onu dedi mən. Özünü ilan elədi. Kim buradadır? Men.
Demək ki, o ki dedi, məsələ deyib mən. Məsələ siz birinə fotoğrafını göstərirsiniz, deyirsiniz, bu mənim fotoğrafımdır. Bu mənim, məsələ deyirsiniz. Bu, məsələ, özünüzü elan edirsiniz, bu mənim. Amma məsələn, ayağınızı göstərəndə demirsiniz, bu mənim. Deyirsiniz, bu mənim ayağımdır. Onu sahiblənmə işlədirsiniz burada. Diqqət edirsiniz ya yox. Amma sizin bu başınızın bəlli bir areası, bəlli bir, məsələn, buradan yuxarını, məsələn, biz görüntüləsək, onda mən deyə bilirsiniz. Amma təqribən buradan aşağıya çox mən deyə bilmirsiniz. Təqribən o beynin olduğu bölgəyə mən deyə bilirsiniz siz. Getirə bildim mi? Anladım amma məndən cür gəlmir. Kolliyyət təcziyə oluruq, yəni onda təcziyə oluruq axımız. Çünki siz əslində bədənə baxsanız, bədən təqribən iki çeşiddir. Biri İngilizcədə, üzr istəyirəm ki, İngilizcə işlədəcəyəm. Biri exoskeleton varlıqdır. Bir də elə, yəni exoskeleton olan bir var. Exoskeleton bəzi heyvanlar ki, onların qabıqları, o kemikləri, o çərçivələri, o iskətildin eşikdədir. Məsələn, yengeç kimi, məsələn, lobster kimi. Yengeç bilirsiniz nədir, xərçəng. Məsələn, xərçəngin iç iskeletonu yoxdur, exoskeletondur, eşiyindədir də bu iskeleton. Amma məsələn, insan ki, içindədir, veya qurbağanın üçün. Onun o çərçivə kimi bədəni tutub bir yerdə, o içindədir. Yəni, sizin omurqanız, qabırqalarınız, ayaqlarınız, kəmiklər bunun içindədir. Amma bəzi heyvanların o şey ki, onları bir yerdə tutub eşikdədir. Ona exoskeleton deyilir. Yəni, iskeletonları eşikdədir. Beyin də buna bənzəyir. Beyin əslində exoskeleton bir varlıqdır. Qəşəng diqqət eləsəniz, beynin, o şey ki, beyni tutub bir yerdə, onun eşikdəki o kemiklərdir, o sümüklərdir. Amma ondan sonra bütün bədən əslində o skeleton içindədir. Ona görə siz, mən bəzən gözləyirəm, görəm siz, mən yetirə bildim sözü yox. Yo, mən bunu yaşamışam. Onun bu zindanda etisab qəza eləyəndə bir şey yüz verir insanın bədənində, Oğuz bəy. Siz, Allah göstərməsin, mən dostlara heç vaxt sifariş eləmirəm, acılığa girsinlər və müxalifət deyirəm. Amma əgər girsələr, Oğuz bəy, bu beyin dediğiniz yer fərmandeyi kullu deyil. Yəni bu sahibdir. Bu kollən bədən onun nökəridir. Buradan aşağı, hətta gözlərdən aşağı onun nökəridir. O başlıq, aclıq olanda sizin başlıq əvvəldə hər yerdə piyiz, yağız var, əvvəl onları yiyir. Bura yiyir, ayrı yer yemir. Bütün hər yer azalır. Ondan sonra başlıq mahicələri yiyir. Ondan sonra sümüklərin, gözlərin ağın yiyir. Əgər tez oracan. Beyin yiyir, axirdə hamısı öləndən sonra, yəni heç zat qalmadı yeməğa, beyin başlayır ölməyə. Yəni bu istismar ki deyirlər ha, istimar və istismar. İstismar daxilidir. Dəqiqən mən bunun haqqında yazmışam zindanda. Dəqiqən bu beyin, kolli bu bədəni, bu gözdən aşağılanı, qulaqlar da onun içində. Hamısının hamısının sümürgəsi budur, beyindir. Çox müstəmirəci bir vücuddur. Çox da özdə dedik ki, bunun skeletonu da eşitədir. Yəni, fərqi də budur. Yetirə bildik də. Şu exoskeleton, ya beynin kemikləri, o şey ki, beyni bir yerdə tutub, eşikdədir. Bəzi heyvanlar kimi. Buradan sonra bütün hər şeyin iskeletonu içindədir. İçindədir, doğrudur. Gözəl, onu bilmirdim. Bu, yəni, gözəl bir şey, yəni anlatmış. Və buradan yuxarı təqribən buradan deyə bilərsiniz. Siz hər yerdə əksiniz, özünüz, aynada, nə bilim, şüşədə, suda, hər yerdə, yəni, və nəqqaşıda deyə bilərsiniz. Sizin səsiz getdi. Mən sizin səsini bilmirəm ki. Sizin səsiz getmişsiniz. Bəli. Buradan üstədə qaldı elə. Buradan üstə deyə bilərsiniz ki.
o deyə bilərsiniz ki, mənim. Normalda elədir də. Siz məsələn mənə bir fotoqraf göstərirsiniz. Hətta məsələn fotoqrafın yarısı da kəsilmiş, yanmış birazı, köhnəlmiş. Bu mənəm burada. Amma siz heç vaxt qolunuzu göstərə bilməzsiniz ya bu mənəm. Deyəsin mənim qolumdur, mənim ayağımdır, mənim burnumdur, mənim qulağımdır. Əlbəttə deyə bilərsiniz bu da mənim başımdır. Amma normalda deməzsiniz. Hər halda mən burada, təqribən mən harda yer alır o bəllidir. İndi bir də Ancaq məsələ burada budur. Bu bəhsin içində ha. Yəni elə bunu bəhs edirik. Adam deyir ki, mənim şəhrim, mənim vətənim, mənim millətim, mənim dövlətim, mənim bayrağım, mənim ulduzum, mənim ayım, mənim yer kürəm, mənim ulduzum. Yəni adam sahib çıxır. Hətta gedim bir ayrı tərəfə. Adam zindana düşür, deyir mənim zindanım. Ciddi. Deyir mənim zindanım, mənim zindanbanım, mənim sillolum, mənim kilidim, mənim bazcum, mənim qazim, mənim edamçım. Yəni biz bu nədir? Yəni bu kodlar ki veririk bu adama və bunları bundan belə ki bizdən müsəyitirdirlər. Yəni bizi alıblar ixtiyarlarına, bizim iradəmizi əlimizdən alıblar. Amma biz onları mənim deyirik. Burada bir də ki sizin bu cür deyəndə ki o bir vücuddur. Buradan aşağıda bir vücuddur və siz buradasınız. İstəyirəm ki, onda vücud təciziyə olur. Bir burası var. Bir də o tərəfini istəyirəm deyəm ki, bir də biz hər şeyi ki, onunla bir ilgidə oluruq, onu da mənim deyirik. O ya var ya yox. Məsələn, vətən, millət, Allah, mənim Allahım. Məsələn, əslində belə bir şey varmı? Yəni, mənim Allahım. Deyir, mənim Allahım sənin içindən böyükdür, əkbərdir. Yəni, baxın, burada adam Allaha sahib çıxır. Yəni, bu tərəfdən işte Allahu əkbər, yəni, o onu deyir. O birisi nə deyir ki, mənim Allahım. Yəni, bu tənaquz nədir burada? Yəni, bu tənaqquzu necə görürsünüz? Tənaquz deyil, insan öyle uşaqlıqdan öğrenir ki, bir şeyləri sahiplansın. İnsan zaten o yığıb saxlayıcı heyvanlardandır. Mesela siçan kimi bu heyvanlar var ya, bu sincaplar var ya, her şeyi götürür, gizlədir, bir yerde saxlayır. Çünkü insan normalde o heyvan, o çeşit heyvanlardandır. Ona göre hey istəyir bir şey təsahüb eləsin, yığsın, yığıb saxlayıcı heyvanlardandır. Ona göre bu da benimdir, mesela bu da benim. Mesela, oradan başlar ki, bu benim gözümdür, bu benim əlimdir, bu benim anamdır, bu benim ne bileyim atamdır, bu da benim vətənimdir. Yani o benimdir. Benim ne kadar çok şeyim olsa, mən o qədər güclüyəm, mən o qədər əlbəttə ki, əhəmiyyətim var da. Məsələn, siz normalda insanlarla danışanda, onlar deməzdir, mənim buyum yoxdur. Yəni, istər deyək, güclüyəm da. Güclü olmaq da bir şeye sahib olmaqdır. Əlbəttə, bu normal. Burada tənaqüz mən görmürəm. Yox. Biz uşaqlıqdan bunu toplumdan alırıq. Yox, coğrafiyadan insan öyle bir heyvandır zaten. Primatlər də böylədirlər. İngilizce advanced primate, yani gelişmiş primatler. Onlar da böylədirlər, şampanzlar da böylədir. Tam böylədir. Zaten çok hayvanlar böylədirlər. İşte bir şey təsahüb eləsin. Onun üçündür. Ben mesela dünenleri bunu düşünürdüm. Yani geçen haftaki bahsimizi düşünürdüm dünenleri. Özümü hazırladım ki bunları oradan başlayaq. Fərqli yerden başladık. Fərqli yerə getdik. Orası yaxşı da bilbədahədir bunlar. Bu danışıqlar. Çox buradan bilbədahədir. Yəni heç bunun üstüne düşünməmişdiklərin, mən düşünməmişdim heç olmasa. Ben dünən gecə düşünürdüm ki, acaba insan heyvanların içində o şey ki deyirik, qanuni cəngəl, əslən cəngəldə belə, yəni meşədə belə bir qanun yoxdur, çox gözəl bir qanun var, insanların içində qanun yox, yəni insanlar çox yırtıcı heyvandır, yəni heyvanlar içində belə bir yırtıcılıq yoxdur, mənə belə gəlir ki, insanda var, və insan bunu yasaladışıbdır, yəni qanunlaşdırıbdır bu şeyi, o halda ki, məsələn, o bir heyvanların içində nə yasadır? Və təhcə də zərurətdir, yəni fəqət doysa, doyandan sonra tamam heyvanlar gəlir oynayanda ondan oynayırlar, şuxluq edirlər, heç şey yoxdur. Amma ya
görmüşsünüz də onu bəzi videolar qoyublar. Uşağı ceyranın balası məsələn tutubdu, onunla oynur, heç işi də yoxdur, yemir də, qoy çıx getçindən işimi. Niyə? Çünki yemək vaxtı da olubdu, qarnında yeri yoxdur bunu yesə, yeməyəcəkdi. Mən düşünürdüm ki, İki dənə illəti var, yalnız toxluğu deyil. Əgər dişi normalda dişidirlər, erkek olabilir, normalde dişidirlər. Onun eğer yeni uşağını elden vermiş ise o küçük, özünden küçük heyvana veya her şey için debeşir, öyle dörd ayağının falanlar, ona analık hissi olabilir onda. O hormonlar tarafından gelir. Şimdi herhalde, bak sözü çok da dağıtmıyor yani, bir bedaha olur ama çok da dağıtmıyor. Düşünüş, indi bu düşünüşe qeysaq. Düşünüş yani bir fiilin içinde qalmaq, ondan farklı dilə dərgir olmaq, yəni onun içində challenge girmək. Anlam bulmak, anlam yaratmak, anlam bulmak ve anlam vermek ve anlamları suala çekmek ve anlamları tartmak ve onun veznini bilmek. Bunlar hamısı düşünüşün işidir. Yani hemen felsefenin. Kavramları suala çekmek, kavramları test elemek, onları tartmak dedik de yani aslında ve onlara anlam vermek ve o anlamlarının ilişkileri nedir birbiriyle anlamları, onları bulmak ve varlığın ve insanın onlara gözlemleyici bakışının, yani observer biz değil, onun nece görür insan, nece anlam verir varlığa, özüne, düşüncesine, düşüncenin özüne, hatta felsefenin özünü danışmak, düşüncenin ve düşünüşün özünü danışmak bile düşünüş alanındadır. Ve üstün dil lazımdır ona, üstün tefekkür ve üstün düşünüş lazımdır ona. Şimdi tamam, şimdi düşünüşün özün düşünmek yani ne? Düşünüşün özünün barəsində danışmaq. Bu konseptləri ki, büyünün yemeğiyle əlaqəsi yoxdur. Beyinde normalde bunlar yokturlar. Normalde bunlar lazım değil insana. Çünkü insanı ne ilgilendirir? Yemeği, içmeyi, yatmağı ve töremeyi. Bunlardan ve üstün insan düşünce ile uğraşır. Çünkü daha o zaman için bunu yemeği, içmeyi, fərahəm sonra... Bəzən konu var, biz konunu düşünürük. Buna deyirik ki, bir konunu düşündük. Bir de düşüncenin özün düşünende ne düşünürük? O düşünce dediğimiz şeyde ne var düşünürük? Şimdi bir şey... O mekanizmini de, onun işleyişini de, o mekanizmini. Biraz önce dedik mesela, yoldaşımız da sordu, siz de sordunuz ve biz de cevap vermeye çalışırıq. Çok çekecek cevap vermek. Ki bu prosesi nedir? Hakikaten biz nece bir şeyi təsəvvür ediyoruz? Biraz önce dedik bir kavram, yaşıl. Yaşıl ne demek? Hakikaten biz bilmirik. Yani ama bunu nece proses olur beyinde onu bilirik. Çünkü önce bir referans yaratmak lazımdır bunu. Çünkü referans yoktur. Təqribən heç bir şeye referans yoktur Səfər bəy. Referans yani bir şey ki, ona deyirsən ki, budur bu. Hatta siz her şey diyebilirsiniz, sonra canın içinde kalacaksınız. Mesela siz bana diyebilirsiniz ki Alman. Alman referansı budur, Alman. Değil. O yani kelimeyi biraz önce dedi, interface kimindi. O ise bu Alman. O telefonunuzdaki o düğme kimindi. Diyebilirsiniz. Ama aslında öbürü de ona deyir, Apple. Siz aslında çok da yaxşı misal gətirdiniz. O 3 nəfər ki, birbirini dövürmüş. Ona ənəb deyir, ona ənqur deyir. Bunu özünü danışmaq bile, bu prosesi, bu işleyişini, işleyiş kelimesini çok sevirəm. İşleyiş yani mekanizm. Yani bu nece işleyir? Bu nece üretilir beyinde? Zaten beyinde olur da bu işler. Biraz önce dedi ki burada olur. Yani bu kavram nece üretilir? Ve sonunda da biz, siz de benimle, çünkü biz ikimiz bu işi görürük. Yani yaşıl, siz de tamam yaşıl, Türkçe yaşıl. Ben gelip mesela başka da ki yaşıla sebzi deyir. Onunla danışsam o bilmeyecek. Yani yaşıl diyeceğim, o da bilmeyecek ki yaşıl nedir? Yaşılı yiyerler, yaşılı üzerimi sürterler, yaşılın üstünde bir yer. O bilmir ki. O yaşılı eşidir, o sesi eşidir, yaşıl.
Ona bu kodun mənası yoxdur da. Kodun Kulağına mənası yoxdur. nabe Rus gəlir. Bu ne danışır bu səfehliyibdir. O birisi bir Ərəbi dövürmüş. Sonra dayanır böyle oturur orada. Öz istəyirəm, Ərəb onu dövürmüş. Bu da oturup kənarda mesela ağlayırmış ya filan. Dediler ki, sen niye dövmürsən? Deyim, ben bunu dövəndə bu Kur'an okuyur ona göre. Niye biz buna gülürük? Biz buna niye güldük? Ve buna niye herkes eşitse buna güler? Niye? Çünkü biz onu getirir, ilişki veririk Ərəbcəyi. Çünkü bu bilmir ki onu. Normal sen Azerbaycan'ın filan yerinden bir adamı getir, o öz dilinde danışır ve bu yalnız şey için bu hallam gallam eşidip de Arapça bu dinle ilgili Allah'la ilgili değil ve Allah da çok korkunç bir şey yani bu döverçle yani. Garanti bunun başına bir oyun gelir. Eğer yani hürmetsiz değilse. Ne bileyim Allah'a, Kur'an'a, Arapçaya falan. Bir tane güzel bir şey klip bir video ne bileyim 20-30 saniyelik her yerde paylaşılır. Bilmem görürsünüz ya yok. Türkiye'de bir molla var. Ona cübbeli hoca değiller. Cübbe yani. Cübbeli hoca. Orada o 3-4 tane hadis getirir. Orada diyor ki Ərəbi sevmek ibadettir. Ve herkes Ərəbi sevmese o Müslüman değil. Herkes Ərəbi nifret etse ne bileyim cehennem olacak. Bu şeyler. Yani bu şeyler değil. Buradan biz ne anlıyoruz? Niye? Çünkü Ərəbcəyi, bu dili, bu dilin sesini, kelimesini. Mesela bizim öz ailemizde mesela yani yaşlı bir adam xiyabanda gedəndə şeylerde bizim kəndlərdə de bu cürdür, şehirlerde de öyle iyiydi. Yere mesela yazılı bir kağıt düşmüş mesela. Onu götürür koy kenara. Çünkü ona göre yazı Kur'an yazılır. Evet biz 100 yıl önceye kadar, 70 yıl önceye kadar danışırıq da bilirsiniz. Çünkü başka yazı yok idi. Bütün kentdə bir tane, iki tane kitap var idi. Bir mesela bir Kur'an'mış. O da məsciddə mesela eğer var ya bir mollanın elinde falan. Yaz. Elə Hristiyanlıkta da böyleydi. Hristiyanlıkta da mesela bu İncil yalnız elə mollaların elindeydi. Mesela çok uzun süre adamların evinde İncil böyle bulunsaydı adam öldürerdiler. Yani aslında ben abartmıram, yanlış haber de vermirəm size. İncil kimse de olmamalıydı. Çünkü İncil'i sen bilərsən, gidersen Cenab-ı Allah size bazar günü anlatacak. Latince. Zaten Latince'de sana dilinde olmaz. Ve böyle inkılaplar oldu. Çünkü bildiğiniz şey değiştirdiler. Dilini falan değiştirdiler. Kur'an da öyle. Ona göre siz bir tane Arabi getirin koyun ona orada o inep desin sabaha kadar. Siz de ona hey üzüm deyin. Mevlana'nın sözü. O diyecek ki ona da biganedir senin sözün. Senin de sözün ona biganedir. Olmayacak bu iş. İndi icazə edin biz o danışıqda bir dersimiz var idi. Bizim zihnimizde mana nedir tapılır. Düşünüş buradan gelir. Orada bir fərziyə vardı. Fərziyə üstünde işlerdi. Onu ben biraz burada diyeyim. Ondan sonra 1 saat 40 dəqiqəni yavaş-yavaş qutaraq gedək. Bəli. Qalsın gələn həftə varlıqdan danışarıq. Yəni varlıq nədir, nələr bunları danışarıq ki, görək. İndi dostumuz burada yazıb ki, tarix ilə fəlsəfə. Dostum, yani bu gördüğünüz için biz varlığımız, əlbəttə bunu soruşacağım, yadımdan çıxdı Oğuz bəy, soruşum sonra bu cəmliğə gedərəm, bağlaram ki, özəkin deyərəm. Heyvanlar da düşünür. Heyvanların da təcrübəsi var. Heyvanların da bir alver dili var. Bir-birləri ilə geçən həftə cənabınızda işarə ediniz. Onlar da kodlaşıblar ya yox. Onların da zihniyle... Bəli, sizden geçen defa de dedim benim başka bir yazım var ki o barədə danışmamışım. Niye? Çünkü biz şeyin varsa danıştık ki başka bir dili öğreninde siz aslında zərərə açıq olursunuz. İstəsəniz də, istəməsəniz də, yaxşı dostunuz da, pis də olsa hər halda onu hələ çox danışmamışıq. Mən çox severdim ki gələn dəfə veya elə onu bitirək sonra başka açıqdır burada, açıqdır. Və üçün fəlsəfiyə girmişik, bunları bir bəhs eləyəcəyik. Bunlar müqəddəmədirlər ki, onu düşünmək üçün gərək biz bir də müqəddəmələri... Və bu ki, başqa bir dili biləndə, bu ki, mesela, yalnız dil deyil, hatta mesela siz, yani, dini de diyebilirsiniz, dini inançları. Mesela, Filistin deyirəm. Filipinin mesela çoxunluğu
animistler filanlar var idiler ama çoxunluğu Müslüman idi. Ama indi Filipin'in çoxunluğu Hristiyandı. Demek ki daha mesela bir tane yani Filipinli sözcüğüm hem İspanyol dilinin orada ağır etkisi oldu hem de ki hatta ismi onun adı belə. Mesela Filipin bir adamın adıdır. İşgalçıların birinin adıdır. Filip. Ülke ya Filipin adıdır. Kore'de de böyle oldu. Mesela Kore'nin de ne bileyim çok büyük bir bölümü bazıları %20 değiller, bazıları %40 ve Hristiyanlaştı. 100 yıl önce hemen hemen sıfırıydı. Hemen hemen sıfırıydı. Ama ne cür olur? Şimdi siz bir Hristiyan memleketinin Kore memleketi savaşa girse, Güney Kore arz tabii ki o %20-30'u daha çok ikna etmelisin bu savaşa girmeye de. Değil mi? Yani. Öyle de. Mesela Farslar İran'da, İranlılar, biz onlara Farslar, İran Farslar diyoruz. Takriben 20 yıl önceye kadar yani bilirsiniz de 20-30 yıl önceye kadar Türkiye çok tehkirle bakardılar da. Çoklarında resmen yani milyonlar dolarlar xərcləndi ki, Türkiye eşya diyeler, ne bileyim məskərə eləyələr, filmlerde, ne bileyim stand-up komedilerde şah zamanı resmiydi bunlar. Şah zamanı resmen her yerde Jockey Türkiye. Hele şey Jockey'di ki, ye Türkiye böyle oldu, ye Türkiye. Ve hatta çoklar da Türk idiler bu Jockey'ları diyenler. Ne bileyim şeyin en meşhurun adı neydi? Ve Seyit Kerim. Az da Seyit en meşhuru şah zamanı Seyit Kerim idi. Ki gələrdi, özü də Türk idi mən fikir edirəm. Herhalde önemli değil. Önemli olan budur ki, geçen 20-30 ilə kadar çok yerde mesela bir Türk böyle Farsların arasında şey olurdu. Siz təhqir eləyələrdi. Hatta gene de vardı. Her hafta geçmez, 2 hafta geçmez ki İran'ın radyo televizyonunda bu yanında gene de bu çirkinin de bu Fazilab'ın bir tarafı görünmesin. Ancak geçen 20 yılda ne oldu? Türkiye'de mesela çok dünya seviyesinde yaygın ve çok yukarı bir seviyede, yukarı bir klasta filmler çıktı. Dizi filmler, sıravi filmler. Ne bileyim Sultan Süleyman Möhteşem Yüzyıl, ne bileyim Kurtlar Vadisi, ondan sonra başka yani bu film bilirsiniz ne demek istiyorum. Ve buna Farslar da baktılar. Türk televizyonları. Çünkü İran'daki televizyonlar sıkıcı olduklarına göre bunlar en yakın neye baktılar? Fars televizyonlarına baktılar. İşte özür dilerim. Türkiye televizyonlarına baktılar. Ve onlara çekici geldi. Türkiye'nin televizyonu, Türkiye'nin sineması çok gelişti. Çok yani dünya seviyesine geldi Hollywood'dan sonra. Ondan önce Farslar daha çok Hindi filmlerine bakardı yanılacağız. Eğer yanılacağız. Yaşınız şeyse Hindi filmler, Kore filmlerine sonra. Hatta Hindi'den gelen filmler gibi bəzən. Ay sağ ol. Hatta Farslar çok böyle Hindi kelimeler işletmeye veya onların musiqisini hatta yani integre eləmeye falan ettiler. Ama bunun yerine Türkiye'den gelmiş filmler aldı. Onların yaşam terzi, onların danışma terzi, paltar giyme terzi ve Türkçe kelimeler. Ve Farslar daha çok edebilmediler. Elbette çok amiller var ama ben bu filmlerin amillerini diyorum. Türkçe dilinin amillerini. Ona göre Türkiye'liler de İranlılar da çoxlu Farsların hardan istediler o İran zülmünden, Fars zülmünden elə mərkəzi hakimiyyətin qarşısınlar. Afganistandan çok kaçmadılar ki veya Özbekistandan, Türkmenistandan. Türkiye'den çok kaçtılar da. Yani her yerden kaçtılar. Ama milyonlar Türkiye'den çıktılar. Ve bunlar mecbur oldular ki Türkçe'ye ekspoz olsunlar, açılsınlar. Ve bunların Türkçe bilmeleri bunları daha az genelde anti-Türk. Ve bu anti-Türk zehri azaldı bunlarda. Bəs bu benim geçen dəfəki danışığımın qüvvətinə ki bir dili siz biləndə o dilə hər halükarda siz açıq olursunuz. Və indi İrandakı Farslar ve dünyadaki bu diaspora, Fars diasporası öyle tehkir edici azalmış. O zehirden biraz azalmış şimdi. Niye? Çünkü görmüştüm. İlla da ki filmlerin neticesinde. Çünkü yalnız filmi getirip göstermiyor. O içinde dil var. O dil her şeyi daşıyır. Dil bir çanaktır ki kültürü, tarihi, medeniyeti, düşünceni, düşünce terzini her şey onun içindedir. Ve Farslar buna ekspoz oldular, açık oldular. Mecbur idiler. Ve sonra İran devleti bunu anlayandan sonra neydi? Getirdi bunu tercüme edecek. Bilseniz bunların dizileri sonra tercüme ettiler Farsçaya. Çünkü gördüler bunlar isteseler istemeseler bu millet bu Farslar buna bakır.
Tərcümə etdilər, gene də olmur. Niyə? Çünki o yaşam tərzi oradadır və o büyük möhtəşəm şeylər orada görünür. Hətta məsələn Türklər necə bir, məsələn hətta değişik filmlər üçün nə bilim çox aşağı səviyyədədirlər. İranda baxılır bunlara. Bunu da misal gətirdim xidmətinizə. Filipinə də misal gətirdim. Kore'də də aynı bəla və ondan çox büyük Güney Azərbaycan türkünün başına gəlmiş. O da onun Farsça bilməsiydi. İlla da ki elitinin, bunlar getdilər Avropaya Qacar zamanı, onlar dönəndən sonra Aryai düşüncələr. Bu Aryai düşüncəni gətirib Türkiyə yapışdırmamışlar. Neyə yapışdırmışlar? Farslara yapışdırmışlar. Çünki Farslar özlərini Aryai bilirlər və bu İngilizlərin və Avropada gəlişən o zaman İndo-Aryai düşüncəsi ki, Hindular və Aryailərin dilləri bir-birinə bitirir. Hindo-European, Hindo-Aryan bu düşüncələr, çox ırkçı düşüncələr o zaman hakim idi 1800'lerde Avropada. Bu bahis oldu ki, o həmən Türkləri ki, Qacar zamanı buna getmişlər, dərs oxuyan Avropaya. Bunlar döndülər, gəldilər, Farsçılığın, Fars faşizminin və Azərbaycanın fəlakətinin peyğəmbərləri oldular. Ki, bunlar birine Bəramisidir, ne bileyim, Əfşər ailəsidir, Tədizadələridir, Kəsrəviləridir, hamısı da. Buyurun. Mən sualın biraz izah edeyim. O dedim dersinde okuduğuma göre, orada biraz işlediğime göre de onu izah edeyim. Sonra o sualı yine soruşum. O suala cevap almadım aslında. Ona göre bir soruşacağım. Bir sor. O zaman ki bu ne diye Amerika'daki o neydi? Bir tane bir düşünür var, dil hakkında yazır, ne diye? Dünyada en büyük entelektüel adam olarak, en entelektüel diridir hala tanınan Noam Chomsky'dir ki modern linguistiksin, modern dil biliminin hemen hemen en büyük tanınmış adam. Ahsen. Noam Chomsky'nin de düşüncelerine yeni eleştiriler gelmişler. Ancak o büyük bir veznedir dilcilikte. Buyurun. Ağır bir şeydi, veznedir. O işler bunun üstünde çok zahiren. Biz de İran'da biraz bunu okuduk. Danışgahda ben ders okuyanda bunu okuduk biraz. Deyir ki, bayaq dedik, kod olur. Mesela biz bir şey kəsər, pitaq mesela kəsicidir. Biri kütdür, kəsmir. Yəni əlizi nə qədər eləsiniz, kəsmir. Bunu biz zehnimizə alamırıq ki, biz onu kodduruq. Ehsaslarımızı, duygularımızı, istini, soyuğu, acığımız gəlir, xoşumuz gəlir, eşqi filanı, hamısını kodduruq, qoyuruq beynimizə. Özlərini qoymuruq beynimizə. Beynimizdə onun özü yoxdur. Bəlkə biz bir dənə kod qoyuruq, hər vaxt o kodu eşidəndə o söz yadımıza gəlir. Yəni, məsələn, Oğuz bəylə mən danışırıq burada. Bəzən bir şey deyirik ki, deyir ki, yox, sən mən dediyimi düşünmədin. Bu anlamadım. Biz bitirmesin meselemizi düşünmedik kelimesini öyle işletmeyektir. Anlama. Onu ki deyir, niyə? Deyir ki, o şey ki mən zehnimdə, Oğuz bəy mənə deyir ki, o şey ki mən zehnimdə kodlaşdırmışdım, istirdim, bu kəlmələri düzdüm, bir-birinin dalısıcan göndərdim. Mənim burada beynimdə o kəlmələr hardan çıxdı? O milyonlar təsvir ki koymuştum bir-birinin üstündə, kodlamışdım. O kodları onların içindən seçdim. Ən istədiyim ki, mənim o düşüncəmi eləyə bilər. O ləhzədə, ayrı ləhzədə bəlkə ayrı söz tapardım, seçərdim. Amma o ləhzədə, o milyardıların içindən o 4-5 dananı seçdim, bir-birindən elə bağladım ki, mənim beynimdə olanı sizin beyninizdə tikəsin. Yəni mənim beynimdə tikəsin. Oğuz bəy istəyir o cümlədən mən sabah nahara sizə qonaq gələcəyəm cümləsin. İstəyir mən, deyir ki, bu məni əvvəl o milyonlar ki, bunun milyardılar ki, bunun zehnində vardı, oradan bunu tapır, sabahı tapır ki, sabah da bunun gecəsi var, günüzü var, naharı var, axşamı var, qaranlığı var, soyuğu var, istisi var, filanı var, onların içindən seçir və sizə, siz şimdi onu da milyardların içindən, məsələn, 100.000 dana adam görübdür filmdə, orada, burada, bunların içindən bir dana seçir, məsələn, İnsaf Əli. Sabahları nahara, yəni öğlə yemağına sizə gələcəyəm. İndi bunları bir-bir belə düzlər deyir ki, bu adam bunu zehnində təsvirləri bir-bir çıxartdı, bunları bir-birinə düzdü, sonra bunları kod edəcəkdir. Çünki bunları vermir bizə. O təsvirləri vermir bizə. Bəlkə bunları çevirir koda, sözə, kəlmələrə ki, mən də aynı sözü eləyə bilən baş tapan. Nə deyirsiniz?
Onu sonra beyindən verir. Bu beyin fərman verir. Bu buradakı yellər çıxır. Ağızdan bu dodaq, dil, hay soğutu deyirlər də. İndi bunun Türkçəsi nə olur? Onlar tərpəşir. Biz buradan ağzımızdan mocular çıxır. Hava ilə bu mocular gedir. O adamın qulağına dəyir. Qulağında eyb olsa eşitməyəcək. Qulağında bir müşkül olsa eşitməyəcəkdir, anlamayacaqdır. Qulağına dəyir, qulağından geçir bunun bir yerdə, bu beyninin bir yerində bu kodlar açılır bir-bir. Kodları alır, sonra bu kodları açır. Bu kodları açanda əgər kodların birin eyni Oğuz bəyin zehnindəki kod aşmasa bunların hərəsinin qabağında bir sual qoyacaq, bir də ayrı düşünəcəkdir. Sən hara gedəcəksən sabah? Nəyə gedəcəksən? Kimə gedəcəksən? Nə zaman gedəcəksən? Sən gedəcəksən, yoxsa ayrısı gedəcək? Kimi dedin? Falan 1000 dana sual qoyacaq. Onun üçün ki, ya da gəlsən duracaq, deyirsən, məsələn, falan olmuş, sən niyə belə dedin? Yəni bu qədər tərsə də düşünə bilər adam. İndi o qalıbdır bunun beynindəki kodlarına da. İndi o kodlarda dostlar, təkcə fəqət o kod deyil. Onun demək tərzi, ləhni, baxışı, üzü, gözü, əli, bədəninin hərəkatı da o sözlərin anlamında təsir qoyur. O anlamı ki mənə verəcəkdir və mən bunların yəni fəqət o kodları eşitmirəm. Bəlkə onun üzünün, əlinin, bədəninin, geyiminin, duruşunun, otuşunun, baxışının, gülüşünün, gözünün, baxışının, dodaqlarının halətinin, qaşlarının halətinin, bunların hamısı o cümləyə məna verir. İndi biz o cür bir vəziyyətdə beynimiz bir sözü alır, yəni düşünüş buradan çıxır. İndi əgər burada dilimizdə bir gül olan, yəni mən o bir şey deyəcəm, Türkçe deyirəm, o farsdır, o İngiliscədir, başdaqdır. Tamam, əslən konnektli olmadı hissat. İki dana dünyadır, iki dana fərqli dünyadır. Ya onun qulağında, onun dilində, onun düşünüşündə, onun kültüründə, onun tarixində, onun dinində mən dediyim kəlmələrin fərqli anlamı olar. Məsələn, mən burada İngiliscə işlətmişəm, bəzi kəlmələr işlətmişəm, Oğuz bəy, İngiliscə dostlarımız var idi, bizə gəlirlər, gedirlər. Mən kəlmələr işlətmişəm, görmüşəm ki, hamısının rəngi qaçdı. Sonra oğlum deyir ki, o kəlmənin mənası buydu, sənin muradın nədir? Görmüşəm ki, məsələn, mən əslən bu kəlmə əslən mənim iradəmlə 300 kilometr fasiləsi var, yəni heç arası yoxdur. Amma tüm kəlməni iştibah qoymuşam kod eləyəndə İngilis dilinə, adam əslən mənim düşüncəmlə yəni 180 dərəcə müxalifət edir. Yəni bu qədər ciddi bir vəziyyətə düşür. İndi Oğuz bəy, bunları deməkdən istədim bunu soruşam. Acaba heyvanlar da bizimlə heyvanın fərqi beyindəki yoxdur. Yəni onda da bu maddə var. Siz buyduğunuz kimi o bu sümük, bu kemik alıp da o beyni içinə qoruyur. Onda da o dil var fizik olarak. Onda da o göz, qulaq, o lamisə, o isti, soyuq, o bunların hamısı bilir. Təcrübələri bilir, hər şeyi bilir. Yəni bir dənə canavar gələndə bilir ki, bu məni yiyəcəkdir, qaçıb özün şey eləməyə çalışır. Burada onunla bizim fərqimiz bir nədir? O düşünüşdə, düşüncədə fərqimiz nədir? Yəni fərqimiz yoxdur əslində. İkimiz də heyvanıq, ikimiz də bir cürə bir varlığıq. Çox bir-birimizə bənzirik. Hər şeyimiz var, eyni həmdir. Yəni mən bəzən qurbağaya da baxanda görürəm ki, qurbağa deyil bizim kimidir. İskeletin qoysam göz yekəsən, onlar biz. Yəni bu qədər fərqi var. Sadəcə o iskeletində məsələn o cürstü durur. Biz də beləsi dik dururuq. Atın iskeletinə baxırdım. Cidden atı dik qoysa çox gözəl belə bir şey olur. Bizdən yaraşıqlı olur. Dik qoysa ayaq üstə, əllərin yanına saxlasa, ayaqlarını dik qoysa çox xoş bir şey olur. Amma indi onların kod dili varmı? Yəni onlar da kodla danışırlarmı? Fərqimiz nədədir? Yəni bizimlə heyvanı əgər düşünmürük, deyirik ki, heyvanların bir ayrı dünyadır, bizim bir ayrı dünyamız vardır. Bunu dil yaradır bu fərqi, düşünüş yaradır bu fərqi. İstəyirəm bunu soruşam. Əlbəttə düşünüş də... Buna hətta 5 dəqiqə təqribən zamanımız var. Özümüzün qoyduğumuz bir limitdir bu.
Deyirik ki, yani 2 saat geçməsin, yorucu olur. Özümüzə də, Doğru. mənə də yorucu olur. Ancaq buna mütləq cavab verəcəyik. Mütləq bu barədə danışacağıq. Bir öncədən də işarə etmişik ki, mənim o yazımdan öncəki yazı ki çıxmışdı. O da dildəki ikiliklik var orada. İkiliklik budur ki, normal mesela dediniz mesela isteyin hiss eləyəndə mesela o dil bir araç kimindir orada. Belə heyvanlar ilə bunlar şərikik biz, ortağıq. Bir-biriyle yani onlar da anlaşırlar. Yani aynı çeşit hayvanlar, hatta değişik çeşit hayvanlar da birbirine anlaşırlar bir türlü. Her halükarda anlaşırlar yani. Anlaşmak menzur, yani kabul etmek değil. İnsan da onlarda şərikdirlər. Yani mesela bir şey korkup kaçmak veya korkanda mesela bir tane kuşu bilirik ki değişik sesler çıkardır özünde. Mesela yukarıdan bir alıcı kuşu görəndə, qırğıyı, alıcı kuşu görəndə değişik səs salır ki, uşaqlar və öbürü quşlar yığışsınlar bir yerə, gizlənsinlər. Veya bir yemək görəndə də değişik veya bir yerdə yemək görəndə orada değişik səs çıxardır. Buradan siz başlaya bilərsiniz. Dolfinlərin bir-birinə necə danışdıqlarının, balinaların, valların, killer whale'ların bir-birinə danışdıqlarına baxsanız və ən önəmlisi, ən complicated, ən qarmaşığı təbii şampanzələrinkinin və bonoboların və bunlara baxsanız, bunlarda dil bir araçdır. Aynı bizdəki kimində. Yadınıza gəlsə, biz dedik ki, gündə normal bir insan neçə kəlmə işlədir, çox az kəlmə. Onlarda şərikik onlarla. Amma o düşünüş dilində o şərik deyilik. Hətta normal insanların arasında da. Normal bir insan minlər ildir ki, yiyir, ya içir, yaşayır. Ehtiyacı yoxdur düşünüş dilinə, yüksək dilə, yuxarı dilə. Ehtiyac yoxdur. Hatta yani o bir şeyin anlamını barəsində danışmaq onun fəlsəfəsidir, onun düşünüşüdür. Ehtiyac yoxdur insanın bunlara. Bir də insanın öyle bir heyvan. Ben hiss elədim ki, heyvandan danışanda yani normalde qurbağadan, atdan bunlardan danışdınız ve insanın fərqini. Bizə görə birinci bu ki çox da fərqi yoxdur. Yani yeryüzünde hele burayacan bizim bildiğimiz bir çeşit yaşam vardır. Eğer buranın hamısını Arapça heyvan desek, dirilik desek bir çeşittir. İki çeşit yoktur. Hele ki yoktur. Bir çeşit varlık var, bir çeşit dirilik var, doğrusu budur. Ve biz de onların bir parçasıyız. Ve ne onların üstündeyik, ne onlardan üstünlük, ne sağ tarafındayız, ne sol tarafındayız, ne aşağı tarafındayız. Yok, hiçbir belli özelliğimiz yoktur. Bu büyük bir ailenin, ki dirilik ailesi yerin üzerinde. Ve milyarlar indi yerin üzerinde çeşitler var ki çok aradan geçmiş. Yani çok çeşitler aradan geçmişler ki indi yaşayırlar. Yani daha çok aradan geçmiş. Çok yaşam terzi çeşitler yerin altındadılar. Ta yerin üstünde. Çünkü sizin mesela bir normal insana heyvan diyenler pişikten, itten, kurttan bunlardan bilirdi. Aslında böyle değil. Bunlar insanın ehli elədikləri təqribən 10 dənə, 12 dənə heyvandır. Hələ çox insanlar yer üzerinde yaşayırlar ki, heç bir heyvanı əhliləməyiblər. Bu heyvanlarla yaşamırlar. İstədiyi zaman gedir bir heyvanı yaxalayır, öldürür, yiyir. Onu əhliləşdirməyib. İnsanla şampanzanın təqribən bir yarım maksimum, yani 2'ye yakınlaşmır yani. Bir yarım diyelim, rahat olalım. 100% farkı var. Beyninin performansının, beyninin işleyişinin. %1 yarım, yani %1 yarım farkı var. Takriben o kadar. Yani yüzde. Yani ondan kalanı %90. Ne bileyim, ne kadar olur? 98 yarım. O, yani fark edemez. Mesela bu da 2'den azdı. Ama bu anlama gelmez ki biz onun üstündeyiz. Ama o öz çevresinin masterıdır. Öz çevresinin ustasıdır. Biz de bizim çevrenin ustasıyız. Bir tane balinada öz çevresini, bir tane qurdaq da, bir tane değişik mikrop da, bir tane değişik mesela hatta bir sellollu biz bir varlığa baxırıq, diriliyə baxanda bu ne kadar karmaşıktır. Bir tane bir sellollu bir mesela
bir varlığa, bir selli olur. Baxırıq, görürük nə qədər qarmaşıqdır bu. Hələ qala ki, o heyvanlar ki, biz heyvan deyəndə deyirəm, normal dilimizdə, normal millətin dilində heyvan deyəndə öyle atdan, nə bilim, pişikdən, nə bilim, ayıdan, qurtdan, buradandır. Halbuki yerin altında daha çox heyvan yaşayır da yerin üstündə. Ve dedim bizim ehli ettiğimiz hayvanlar diyor. Halbuki ehli etmediğimiz hayvanlar. Ve yalnız memeli hayvanlar ve yalnız kemikli, omurgalı hayvanlar diyor. Çok değişik hayvanlar var. Ve bunlar hamısı hayvan diyor. Dirilik değil. Hayvan yani diri. Yani heyyidir, heyyi. Benim sorum budur ki, yani bunların dili İslam Kurtulaq bunlar hamısı 2 saat geçti. bunlar hem birbiriyle ve hem öbürleri etrafında olanlarla bir türlü komünikasyona, yani iletişime girirler. O çeşit iletişimde biz şərikiq olarıq. Çünki mesela ben deyirəm ki, hava istidir. Sizə deyirəm ki, hava soyuqdur, ceketini giyin. Əlbəttə bu daha komplikatdır, bu daha qarmaşıqdır, amma hər halükarda mən sizə yetirə bildim ki, hava soyuqdur. Bunu tabii ki böyle bir komünikasyon, böyle bir bilgi alışverişi hayvanların arasında vardır. İlla da ki en gelişmişlerin arasında. Çünkü bunu eləyə sesine, davranışına, hatta üz mimikleriyle gösterirler. Çünkü biz mesela iki de qurdağın arasında üz mimiklerinden danışmak gülünçtür. Gülünçtür, gülməlidir. Ancak iki dənə şampanzların arasında böyle değil. Biz bilirik ki, gözlərinin, üzünün mimiki değişir. Ve illa da ki, insan ki, bətərdən üz mimikine şeydir, həssasdır. Yani siz elə heyvanın üzümə baxırsınız ki, mən hansı şərtlərdə, hansı halda mən üzümün haralarını değiştirirəm. Çünkü insan, illa da ki, insan bətərdən şərtlənmiş üz mimiklərine, ses tonuna. Mesela siz benim kelimelerden çok ses tonuma dikkat edirsiniz. Kelimelerden çok benim davranışım, yani mesela üzümün o mimiklerine, davranışıma dikkat edirsiniz. Ve ona göre sizin için insan daha çok hissiyle gelir de. O size ne hissiler verir? Oğuz Bey, indi qurtaraq bu bəhsi gələn həftələrdə, amma memikə bir Türkçə. Memikə bir Türkçə deyək. Memik nə mənə Türkçə? Üz istəyirəm mən. Üzün Yox, ehtiyacı yoxdur. Onu Türkçə nə deyək? Türkçəsinə. Yox, mütləq var Türkçəsi, mütləq. Türkçə bir dildir ki, çox geniş coğrafiyada. Türkçe çok geniş coğrafyada geliştiğine göre, evrildiyine göre təqribən çox şeylere sözü var ve o kabiliyeti var ki, sözü yaratsın. Dünən gecə, indi bunu dediniz, mən dünən gecə bunu deyim qutaraq, əgər sizdə müvafiq olsanız. Ben de yorgunum biraz. İbrahim bəy Savalandan bir dənə məqalə oxudum dünən gecə. O səyyalat dir dərsində biz danışırdıq ki, varlıq iki cürədir, ya məvad iki cürədir. Bir su kimi, bir de hava kimi, bir sıvıdır. Hə, çox gözəl. Yəni əslən keyf elədim məqaləni. Adam deyir ki, bunu farsça bilmir nə cürdür. Amma bizim dilimizdə bunun 1000 il bundan qabaqdan yazılıbdır ki, buna nə cür işlər. Farsçanın, yəni fars dilinin, biz nə qədər fars dilini kötüləsək, kötüləmirəm. Kötüləməyi də görə demirəm. Yox, o anlamda işlətmirəm. Bu anlamda işlədirəm ki, yəni bizim dilimizdə mimikə də həttəmən söz var. Mütləq olmasa da onu üretməyə və düzəltməyə qabiliyyəti var. Amma o anlama gəlməz ki, yəni heç dil öbüründən üstün və ya aşağı və yuxarı deyil. Aynı heyvanlar kimi. Onu gələn həftə danışacağıq da, hangi dil çox ala bilir, özünə əridə bilir, ala bilir, o daha çox inkişaf edir. Hangi dil ki, mərz qoyubdur, ala bilmir, o aradan getməyə məcbur olur. Fars dili 1400 ildir ki, ağır olaraq ərəbcənin və sonra türkcə, moğolcanın və sonra fransızca, İngilizcənin işğalı altına getmiş. Farsça çox böyük, yəni zərbələr almış, çox böyük həmlələr. Və əgər Türk hökumətləri, Türk imperatorluqları, adın Türk deyirik çünki Türklər əlindən yaranmış, olmasaydı, həmən Farsça yox idi, aradan getmişdi. Yəni dil olaraq. Həmən yox idi. Əgər müvafiq olsa... Dil də heyvan kimində də yaranar, yaşar, ölər. Fars dilini Türk hakimiyyətləri 1000 ildə, həmən Ərəb, yəni Abbasilərin sonunda həmən aradan gedər. Əgər Fars Türklər və Türk hakimiyyətləri onlara çox fərq eləməzdi. Çünki daha açıq görüşlüydülər. Daha çox öyle sıkı değiller, yani əsabiyyət deyirlər Ərəbcədə. Əsabiyyət yani ırkçılıq Ərəbcədə. Öyle ırkçı değildiler, dile karşı, dine karşı.
Türklerde böyle bir şey çok yok idi. Moğollarda yok idi. Ona göre geliştirmişler. Farsçada dilde. Hatta benimsemişler. Hatta işletmişler de. Tək o Eğer olmasaydı çoxlu Farsçada dilləri da yetişiblər, mənimsizlər. Ərəbcəni də ucuz eləyiblər. O birisi dilləri də elə bu şəkildə alıblar. Ordu düzəlib və çəkdə. Çoxlu. Hər halda əgər müvafiq olsanız mən getməliyəm. Mənim sağ nəvəm olun. indi başlayıb ağlamağa. Siz çok teşekkür. Çok sağ olun. Təşəkkür edirəm. Danışarken. Var olun dostlar. Təşəkkür edirəm sizin hamımızdan ki, bizim sözlərimizə qulaq asdınız. Gələn həftə ömrü olsa yenə görüşərik. Sağ olun, gecəniz xeyirli qalsın. Var olun Oğuz bəy.